Salam müəllimlər. Xeyir olsun işiniz. Müəllimlər, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. Ekran paylaşımı eləmişəm, yəqin görünür də sizdə. Görünür. Aha, lap yaxşı. Müəllimlər, başlayaq dərsimizə gec olmadan. Biraz geniş mövzudur. Zəhmət olmasa mikrofonları hər kəs bağlasın ki, maneçilik törətməsin bizə. Deməli, müəllimlər, biz qeyd etdik ki, insan sinif olaraq biz insanın məməlilər sinifinə aid edirik. Deməli, biz demişdik ki, süd vəzləri olan və balalarını südlə bəsləyən canlılar məməlilər sinifinə aiddir. O cümlədən insan da məməlilər sinifinin nümayəndəsidir. Və biz ümumiyyətlə müasir məməlləri ilk məməlilər, belə deyək, və əsl məməlilər olmaqla iki qrupa bölürdük. İlk məməllər bilirsiniz ki, bunlar ördəkburun və yexidnadır. Əsl məməllər özləri isə kisəli və plasentalı məməllər olmaqla ayrılırdı. İlk məməllər yumurta qoymaqla çoxalırdılar. Yəni ördəkburun da, yexidna da bunlar yumurta qoyurdular. Ördəkburun yarımsu həyat tərzi keçirdirdi və yaşadığı su hövzəsinin kənarına yaxın yerdə bir yuva qururdu və ora yumurta qoyurdu. Yexidna isə demişdik ki, inkişaf zamanı, çoxalma zamanı qarın tərəfində əmələ gələn kisənin içərisinə qoyurdu yumurtalarını. Deməli, bunlar yumurta qoymaqla çoxalırdılar. Və əsl məməllər olan kisəli məməllər və plasentalı məməllər. Kisəli məməllərdə plasenta zəif inkişaf, belə deyək də, onlarda o cift zəif inkişaf etdiyinə görə bala tez vaxtından əvvəl doğulurdu. Hardasa bir qoz böyüklüyündə, yəni balaca bir balası olurdu, tam inkişaf getmirdi və sonra qalan inkişaf prosesi ananın xaricdə gedirdi, yəni daxildə baş verirdi, əmələ gəlirdi, xaricdə inkişaf edirdi. Yəni bax burada məsəl üçün deyirik ki, embrional inkişafı maylandıqdan sonra xaricə qoyulan yumurta içərisinə gedən canlılar deyəndə görürsünüz, burada quşlar da var, sürünənlər də var, yumurta qoyan məməlilər də var. Bax, bunları biz deyirik ki, embrional inkişafı mayalandıqdan sonra xaricə qoyulan yumurta içərisinə gedənlər. Deməli, bu canlılarda mayalanma daxilidir. Quşlarda da, sürünənlərdə də, yumurta qoyan məməlilərdə də, yəni ördəkburun və yexidnada mayalanma daxilidir. Lakin embrional inkişaf mayalanmadan sonra xaricə qoyulan yumurta içərisinə gedir. Lakin kisəli məməlilərdə, yəni kenguridir, koalalardır, bunlarda embrional inkişaf ana orqanizmdə başlayıb xaricdə tamamlanır. Yenə də deyirəm, cift zəif inkişaf etdiyinə görə balanı orada axıra qədər saxlaya bilmir və inkişaf daha sonra xaricdə gedir. Embrional inkişafı bütünlükdə ana orqanizmasına gedən canlılar isə plasentalı canlılardır və eyni zamanda insan da deməli plasentalı məməlilərə, yəni plasentalı məməlilərə aiddir insanda və o diri bala doğur. Yəni insanda da plasentalı məməlilərdə olduğu kimi embrional inkişaf bütünlükdə ana orqanizmdə başlayıb, ana orqanizmdə də nə edir deyirik? Tamamlanır deyirik və insan da plasentalı məməlidir və diri bala doğan məməlilər sinifinin nümayəndəsidir. Deməli, dedik ki, yumurta qoymaqla çoxalır ilk məməlilər, kisəli məməllərlə plasentalı məməlilər isə əsl məməllərə aiddir və bunlar nə edirlər? Bunlarda yenə mayalanma daxilidir
və rüşeyimin inkişafı kisəli məməlilərdə, embrional inkişafın qalan bir hissəsi xaricdə, plasental məməlilərdə isə bütünlükdə anorqanizmindən tamamlanır və insan da plasentalı məməlidir və o neynir? Diri bala doğur deyirik. Ümumiyyətlə, belə deyək də, insanda demək, biz qeyd etdik ki, ümumiyyətlə insan məməlilər sinfinə aiddir və məməlilərdə olduğu kimi insanda da çoxalma prosesi 3 mərhələyə bölünür. Bütün məməlilər sinfinin nümayəndələrində olduğu kimi insanda çoxalma prosesini biz 3 mərhələyə bölürük. Bu mərhələlərdən biri nədir? Cinsiyyət hüceyrələrinin yaranması. Müəllimlər, cinsiyyət hüceyrələrinə biz başqa adla nə deyirdik? Qametlər. Cinsiyyət hüceyrələrinin, yəni qametlərin yaranması. Bu prosesi biz çoxalma və ontogenez bölümünü keçəndə ümumi biologiyada orada demişdik. Cinsiyyət hüceyrələrinin, yəni cinsiyyət hüceyrəsi nədir? Cinsiyyət hüceyrəsi ilə cinsiyyət xromosomunu qarışdırmayaq. Cinsiyyət hüceyrələri qametlərdir. Məsəl üçün, əgər məməli heyvanlardan, insandan söhbət gedirsə, erkək qametlər spermatozoidlər, dişi qametlər yumurta hüceyrə. Cinsiyyət hüceyrələrinin, yəni qametlərin əmələ gəlməsi prosesinə biz çoxalma ontogenezdə gametogenez demişdik və bu gametogenezi də biz spermatogenez və ovogenez olmaqla iki qrupa bölmüşdük. Spermatogenez spermatozoidlərin əmələ gəlməsi, ovogenez isə yumurta hüceyrənin meydana gəlməsi prosesi idi. Bu birinci proses, bunu artıq biz keçmişik. Əgər yadınızda qalıbsa 3 zona var idi. Çoxalma, böyümə və yetişmə zonası. Bax, bu idi cinsiyyət hüceyrələrinin yaranması. İkinci, biz dedik ki, bu həmin əmələ gələn bu qametlərin birləşməsi, yəni buna biz deyirik mayalanma və ya qametlərin birləşməsi. Üçüncü isə inkişafdır. Yəni ziqotun mayalanmadan sonra əmələ gələn ziqotla birləşən cütlük deməkdir. Mayalanmadan sonra əmələ gələn ziqotun mitoz bölünmələr keçirilərək çoxhüceyrəli rüşeyimə çevrilməsi və daha sonra rüşeyimin insana başlanğıc verməsi. Bax, bu üçüncü oldu artıq inkişaf. Deməli, birinci cinsiyyət hüceyrələrinin, qametlərin yaranması, yəni gametogenez. İkinci, bu qametlərin birləşməsi, buna biz dedik mayalanma. Üçüncü isə inkişaf, yəni mayalanmadan sonra əmələ gələn ziqotun çoxhüceyrəli rüşeyimə çevrilməsi və rüşeyimin də insana başlanğıc verməsi artıq olur üçüncü mərhələ. Biz bir şey də deyim. Bax, birinci mərhələdə biz dedik ki, cinsiyyət hüceyrələrinin yaranması və bu cinsiyyət hüceyrələrinin yaranmasına biz dedik gametogenez. Yəni, biz bilirik ki, kişilərdə və qadınlarda, məsələn, kişilərdə cinsiyyət vəzləri toxumluqlardır, qadınlarda isə cinsiyyət vəzləri yumurtalıqlardır. Yəni, cinsiyyət hüceyrələri kişilərdə deməli əmələ gəlir harda? Toxumluqda, qadınlarda isə əmələ gəlir harda? Yumurtalıqda. Əgər yadınızdadırsa biz toxumluq və yumurtalığı, yəni bu cinsiyyət vəzlərini biz qarışıq sekresiya vəzləri adlandırmışdıq. Nəyə görə qarışıq sekresiya vəzləri idi? Bunlar həm sekret şirə hazırlayırdılar, həm də hormon. Sekret şirənin, məsəl üçün, kişilərdə spermatozoid hazırlanırdı, qadınlarda isə yumurta hüceyrə hazırlanırdı. Hələ belə bir suallar da var ki, testlərdə ki, hansı qarışıq sekresiya vəzidir ki, onların hazırladıkları məhsul hüceyrə adlanır. Yəni, onlar hüceyrə hazırlayır. Deməli, xarici sekresiya vəzi kimi hüceyrə hazırlayan vəzlər məhz cinsiyyət vəzləridir. Yəni, toxumluqlar və yumurtalıqlardır. Toxumluqlar spermatozoid hazırlayır, yumurtalıqlar yumurta hüceyrə hazırlayır. Yəni, onların hazırladığı məhsul hüceyrə adlanır. Və qeyd eləyək ki, bunlar nə oldu? Qarışıq sekresiya vəzləri oldu, həm xarici, həm daxili. Xarici olaraq dedik nə hazırladı hüceyrə, daxili olaraq isə hormon hazırlayır. Məsəl üçün, qadınlarda estrogen və progesteron, kişilərdə testosteron və androgen hormonlarını hazırlayaraq qana ifraz edirlər ki, onlar da ikincili cinsi əlamətlərin meydana çıxmasında iştirak edir. Və biz qeyd etdik ki, müəllimlər, qadınlarda, ümumiyyətlə həm qadınlarda, həm kişilərdə 46 xromosom var. Bu 46 xromosomun 44-ü autosom idi, ikisi cinsiyyət idi. Məsəl üçün, bu qadında, kişidə isə götürəndə yenə 44-ü autosom, ikisi cinsiyyət. Və biz insanda erkək heterogametdir. Hetero erkəklər, bax, erkək heterogametdir. Çünki erkəklərdə həm X, həm də Y olur. Burada baxın,
Bir var somatik hüceyrə, bir var cinsiyyət hüceyrəsi, bir var autosom xromosom, bir var cinsiyyət xromosomu. Bax, cinsiyyət xromosomu adlandırdığımız bu xromosomlardır. Əgər sual verilsə ki, somatik hüceyrədən hər bir somatik hüceyrədə neçə cinsiyyət xromosomu var, onda deyəcəksiniz 2 cinsiyyət xromosomu. Baxın, 2. Amma desə ki, cinsiyyət hüceyrələrində, məsələn, biz bilirik ki, cinsiyyət hüceyrələrində artıq haploiddir. Onlarda 23-dür. Onun 22-si autosomdur. Biri tutaq ki, X cinsiyyətdir. Sual olunsa ki, somatik hüceyrədə neçə cinsiyyət xromosomu var? 2 götürəcəksiniz. Amma cinsiyyət hüceyrəsində, yəni məsəl üçün spermatozoiddə, yumurta hüceyrədə neçə autosom xromosom var? 22. Neçə cinsiyyət xromosomu var? 1 dənə. Yəni hər bir deməli cinsiyyət hüceyrəsində, yəni söhbət spermatozoiddən gedir və yaxud da belə də yaza bilərdik, 22 plus Y-da yaza bilərdik, spermatozoiddən gedir və yaxud da yumurta hüceyrədən gedir. Onlarda autosom xromosom sayı 22, cinsiyyət xromosom sayı isə 1 dənədir. Lakin somatik hüceyrədə autosom xromosom sayını götürürük 44, cinsiyyət xromosomunun sayını isə götürürük neçə dənə? 2 dənə. Yəni bununla bağlı məsələlər düşür. Ona görə də burada diqqətli olmaq lazımdır. Cinsiyyət hüceyrələrində 1 cinsiyyət xromosomu, somatik hüceyrələrdə isə 2 cinsiyyət xromosomu var deyirik. İndi gəlin baxaq nəyə? Deməli, kişi və qadın cinsiyyət orqanları və onların quruluşu ilə tanış olaq. Deməli, məsəl üçün, birinci kişi cinsiyyət orqanlarına gəlin baxaq. Baxın, müəllimlər, burada deməli, bax, bu şəkildə gördüyümüz kişi cinsiyyət deməli orqanına aiddir, kişi cinsiyyət sisteminə aiddir. Birinci bu barədə danışaq. Ümumiyyətlə kişi cinsiyyət sistemi, kişi cinsiyyət orqanına deməli nə aiddir? Bir cüt toxumluq aiddir. Bir cüt toxumluq, baxın. Yəni bir cüt toxumluq dedikdə burada söhbət getdi neçə dənə toxumluqdan? 2 dənə toxumluq aiddir burada. Bir cüt toxum çıxarıcı kanal, bax, toxum çıxarıcı kanal, 2 dənə toxum çıxarıcı kanal, 2 dənə toxumluq, xarici cinsiyyət orqanı, bax, bura aiddir 1 dənə xarici cinsiyyət orqanı, prostat vəzi, bax, yazıb burada bircə dənə prostat vəzi, bax, bu hissədə prostat vəzi təkdir, 1 dənədir və prostat vəzi sidik kanalı başlanan sahədə yerləşir və onu əhatə eləyir. Baxın, sidik kanalı xarici kişi cinsiyyət üzvünün içərisindən keçir. Fikir verin, sidik kanalı bilirsiniz, yəni bu ifrazat sisteminə aid olan bir şeydir. Bax, bu sidik kisəsidir. Sidik kanalı xarici cinsiyyət orqanının içindən keçir və bu kişi cinsiyyət orqanına sidik ifrazat sistemi də deyirlər. Çünki sidik cinsiyyət sistemi. Yəni elə bilin ki, sidik hissəsi də həmin o xarici kişi cinsiyyət orqanının içərisində açılır ora. Sidik kanalı onun içərisindədir axı. Eyni zamanda toxumluqların axarı da ora açılır. Demək dedik ki, prostat vəzi tək orqandır, 1 dənədir və biz buna nə demişdik? Xarici sekresiya vəzidir. O nə edir? Qidalı maddə hazırlayır. Spermatozoidləri qidalandırmaqdan ötürü qidalı maddə hazırlayır. Və 2 dənə də toxum kisəsi. Bax, burada göstərilib şəkillərdə 2 dənə də toxum kisəsi. Bu, prostat vəzinə və toxum kisəsinə cinsiyyət artımı vəzləri deyilir. Əlavə vəzlər də deyilir, cinsiyyət artımı vəzlər də deyilir. Bax, bunlar deməli bu cür, yəni köməkçi, elə bir cinsiyyət sisteminə köməkçi bir əlavə vəzlər kimi, cinsiyyət artımı vəzləri kimi deyilir. Deməli ki, nə oldu? Bir cüt toxumluq, yəni 2 dənə toxumluq, toxumluqlar dəridən və əzələdən təşkil olunmuş orqanda xəyalığın içərisində yerləşirlər. 2 ədəd toxumluq, 2 ədəd toxum çıxarıcı kanal, demək dedik ki, 1 ədəd xarici kişi cinsiyyət orqanı, prostat vəzi təkdir, xarici sekresiya vəzidir, qidalı maddə hazırlayır, 2 ədəd toxum kisəsi. Deməli, spermatozoidlər toxumluqda əmələ gəlir, toxum kisəsində depolanır, yəni toxum kisəsində toplanır deyirik. Bunların içərisində dedik ki, prostat vəzi ilə toxum kisələri əlavə və yaxud da artım vəzləri adlanır. Ümumiyyətlə, cinsiyyət artımı vəzləri və xəyaların axarı sidik kanalına açılır. Müəllimlər, baxın, həm cinsiyyət artımı vəzlərinin, yəni bax bu toxum kisələrinin də, bu prostat vəzinin də, bu toxumluqların da axarı har açılır? Sidik kanalı, bax sidik kanalı burada bunun içərisindən keçir. Sidik kanalına açılır deyirik. Yəni hər ikisi ora açılır. Həm cinsiyyət artımı vəzlərinin axarı, həm toxumluqların axarı və yaxud da xəyalıqlar da deyilir. Açılır hara?
deməli sidik kanalının içərisinə. Bir də müəllimlər, bax deyirik ki, prostat vəzi biz dedik ki, əlavə və yaxud da artım vəzlərinə aiddir. Prostat vəzi nə hazırlayır? Prostat vəzi qidalı maye hazırlayır, yəni qidalı maddə hazırlayır. Və toxum kisələri isə serikli maddə hazırlayır. Bu spermatozoidlər toxumluqda əmələ gəlir və prostat vəzinin ifraz elədiyi qidalı maddə ilə qarışıq toxum kisəsində toplanır. Deməli, prostat vəzi ifraz etdiyi qidalı maddə ilə, bu prostat vəzinin ifraz etdiyi qidalı maddə ilə bu toxumluqlar var və yaxud da biz buna xəyalıq da deyirik, toxumluq da deyirik. Bu toxumluqda hazırlanan spermatozoid hüceyrələri bir-birinə sidik kanalında qarışır. Bax, bu cür test düşmüşdü. Deyir ki, prostat vəzinin ifraz etdiyi qidalı maye ilə xəyalıqlarda hazırlanan, yəni toxumluqlarda hazırlanan spermatozoid hüceyrələri bir-birinə harda qarışır? Sidik kanalında qarışır. Yəni necə ki, bu toxumluqlarda əmələ gələn spermatozoid toxum kanalı ilə hərəkət eləyir, gəlir bura. Burada prostat vəzinin ifraz elədiyi qidalı maddə ilə qidalanır və bu hissədə, yəni sidik kanalında bu prostat vəzinin ifraz elədiyi qidalı maye ilə spermatozoidlər bir-birinə qarışır deyirik. Və həmin o prostat vəzinin ifraz elədiyi maye, yəni qidalı maddə spermatozoidləri aktivliyini artırır və ona deyirlər, yəni prostat vəzinin ifraz elədiyi qidalı maddə ilə spermatozoidlərin qarışığına spermi deyirlər. Deməli, prostat vəzinin ifraz etdiyi maye üstəgəl spermatozoidlərin qarışığı nə adlandı? Sperm adlandı. Deməli, müəllimlər, bax, biz toxumluqda gedən prosesə baxmışdıq. Yadınızdadırsa, çoxalma ontogenezdə, gametogenezdən spermatogenez zamanı, yəni spermatozoidlərin əmələ gəlməsi zamanı toxum kisəsində 3 zona ayırmışdıq. Çoxalma, böyümə, yetişmə. Artıq yetişmə zonasında yadınızdadır, meyoz bölünmə gedirdi və sonda 4 dənə hüceyrə yaranırdı. Bax, bu ilk dəfə bu toxumluqda 4 dənə hüceyrə yaranır, əvvəlcə onların quyruğu olmur. O 4 hüceyrə toxum kanalı ilə gələrək prostat vəzinin ifraz elədiyi qidalı maddə ilə qarışaraq hərəkətli quyruq əmələ gətirirlər. Yəni 4 gün müddətinə həmin o hüceyrələrdən spermatozoidlər yaranır. Bax, bu onların o prostat vəzinin qidalı mayesi ilə spermatozoidlər ikisi sidik kanalında qarışaraq sperm əmələ gətirirlər və biz də deyirik ki, bu 1 kub santimetr spermanın tərkibində 20 milyondan 60 milyona qədər nə olur? Spermatozoid olur. O spermin tərkibində 20 milyondan 60 milyona qədər nə olur deyirik? Spermatozoid olur deyirik. Ümumiyyətlə, spermilər, yəni bu ehtiyat halında toxum kisələrində toplanırlar. Spermilər ehtiyat halında harada toplanırlar? Toxum kisələrində toplanırlar. Və belə deyək də, ümumiyyətlə, oğlan uşaqlarında cinsi yetişkənlik 13-14 yaşlarında oğlan uşaqlar cinsi yetişkənliyə çatırlar. 13-14 yaşlarında. Yəni, sizə sual verilsə ki, toxumluq nə zaman fəaliyyətə başlayır? Yəni, nə zaman toxumluq fəaliyyətə başlayaraq spermatozoid hazırlayır xarici sekresiya vəzi kimi? Deyirik 13-14 yaşlarında. Neçə yaşına qədər? 50-55 yaşına qədər kişilərdə, yəni erkəklərdə 50-55 yaşına qədər toxumluq spermatozoid hazırlayır. Yəni, xarici sekresiya vəzi kimi iştirak edir. İndi baxın, məsəl üçün sizə belə bir sual verilə bilər ki, müəllimlər dedik ki, oğlan uşaqları 13-14 yaşında cinsi yetişkənliyə çatır, 50-55 yaşına qədər. Amma biz qadınlarda götürürük 10-12 yaş. Qadınları 10-12 yaş götürürük və deməli 10-12 yaşından hesablayırıq 45-55 yaşına qədər. Yəni, qadınlar 10-12 yaşında cinsi yetişkənliyə çatırlar və 45-55 yaşına qədər. Yəni, buna biz menopauza da deyirik. 45-55 yaşında artıq yumurta hüceyrə, yəni aybaşı tsikli kəsilir. Kişilərdə isə dedik ki, neçə? 50-55 yaşı. İndi baxın, məsəl üçün, belə bir suallarla sizə müraciət edə bilərlər. Məsəl üçün, tutaq ki, belə sual verə bilər. Bir var deyə bilər ki, müəllimlər, toxumluq nə zaman fəaliyyətə başlayır? Onu götürdük 13-14 yaşında. Və yaxud da yumurtalıq nə zaman fəaliyyətə başlayır? 10-12 yaşında. Yəni, qadın və kişilər cinsi yetişkənliyə çatır. Qadınlar 10-12 yaşında yumurtalıq fəaliyyətə başlayır. Kişi də 13-14 yaşında toxumluq fəaliyyətə başlayır. Bir də belə bir sual verə bilər ki, məsəl üçün, toxumluq yaranandan
Baxın, indi necə deyirəm. Toxumluqlar yaranandan və yaxud da yumurtalıqlar yaranandan minimum və maksimum nə qədər vaxt sonra fəaliyyətə başlayar? Baxın, belə bir sual verilə bilər. Belə bir sual da düşmüşdü, miqə düşmüşdü səhv eləmirəmsə ki, qızlarda və oğlanlarda yumurtalıqlar və toxumluqlar yaranandan nə qədər sonra fəaliyyətə başlayar? Baxın, artıq yaranandan deyirsə, söhbət bilirsiniz nədən gedir? Biz bilirik ki, ontogenizi nəzərdə tutaraq deyir. Yəni yaranandan deyirsə, biz bilirik ki, insan orqanizmində bu 9 ay hamiləlik devri var və bu 9 aylıq hamiləlik devrində yadınızdadsa, indi biz deyəcəyik onu ki, neçə ayından etibarən uşağın cinsiyyəti təyin olunur. Yəni onun qız və ya oğlan olmağı 3 ayından etibarən, yəni 3 aylığından etibarən artıq müəyyənləşdirmək olar ki, bu qızdır yoxsa oğlandır. Yəni cinsiyyətin təyini 3 ayında olur. Deməli, onda belə çıxır ki, əgər cinsiyyətin təyini 3 ayında olursa, onda bu 9 aylıq hamiləliyin 3-cü ayında artıq toxumluqlar və yumurtalıqlar fəaliyyətə başlayır. Onda biz 9-dan 3-ü çıxırıq, deyirik ki, 6 ay buradan, yəni 6 ay embrional devirdə artıq fəaliyyətə başlayır. Qızlarda daha sonra postembrional devirdə də 10-12, minimum 10, maksimum 12, oğlanlarda minimum 13, maksimum 14. Onda bu suala belə cavab verə bilərik ki, toxumluqlar yaranandan, yəni əmələ gələndən minimum və maksimum nə qədər vaxt sonra fəaliyyətə başlayır deyəndə deyəcəyik ki, minimum 13 il 6 ay, maksimum 14 il 6 ay deməli nə edir? Sonra fəaliyyətə başlayır. Qızlarda isə deyəcək ki, minimum 10 il 6 ay, maksimum 12 il 6 ay sonra nə edir? Fəaliyyətə başlayır deyəcəyik. Yəni 3 ayında toxumluq yaranır, 3 ayında yumurtalıq yaranır və yarandıqdan sonra qızlarda 10 il 6 ay minimum, maksimum 12 il 6 ay sonra fəaliyyətə başlayır. Oğlanlarda minimum 13 il 6 ay, maksimum 14 il 6 ay sonra fəaliyyətə başlayır. Amma deyilsə ki, toxumluq və ya nə zaman fəaliyyətə başlayır və ya da yumurtalıq nə zaman fəaliyyətə başlayır? Yumurtalığı 12, 14, 10, 12, toxumluğu isə 13, 14 götürəcəksiniz. Yəni yarandıqdan, əmələ gəldikdən sonra sözü yoxdursa, elə qızlarda 10, 12, oğlanlarda 13, 14 götürəcəksiniz. Yox, desə ki, əmələ gələndən, yaranandan sonra deməli nə qədər vaxt fəaliyyətə başlayır, onda o embrional devirdəki 6 ayda götürəcəksiniz. Çünki ilk 3 ayında olmur. 3-cü ayından başlayaraq cinsiyyət təyin olunur və 9-dan 3-ü çıxdıq, 6 ay embrional devirdə toxumluqlar artıq yaranmağa başlayır və yaxud da yumurtalıqlar artıq nə edir? Yaranmağa başlayır deyirik. Bax, bu bizdə oldu müəllimlər. Deməli, kişilərdə cinsiyyət sisteminin quruluşu haqqında məlumat verdik və bir də bir şey qeyd edeyim ki, kişilərin cinsiyyət hüceyrələrinə biz deyirik nə? Kişi cinsiyyət hüceyrələrini biz spermatozoid adlandırmışdıq və şəkildə fikir versəz görərik ki, müəllimlər, spermatozoidlər ümumiyyətlə insan orqanizmasında ən kiçik hüceyrələrdir. Ən kiçik hüceyrələr spermatozoidlərdir, ən böyük isə yumurta hüceyrədir. Zigotun isə səthinin sayısı maksimumdur, yəni onun daha böyükdür, çünki ikisinin birləşməsidir və spermatozoidlər yumurta hüceyrədən 200 min dəfə kiçikdir. Görün nə qədər fərq var aralarında. Spermatozoid də biz bilirik ki, başdan, boyundan və quyruqdan ibarətdir. Başçıqda bilirsiniz ki, Golgi aparatının şəkil dəyişmiş forması olan akrosom adlanan qovuqçuq var. Çünki özündən xüsusi ferment hazırlayır ki, yumurta hüceyrənin membranını əritsin və eyni zamanda nüvəsi var başçığında. Boyun hissədə isə hüceyrə mərkəzi, biz demişdik spermatozoiddə hüceyrə mərkəzi var, lakin yumurta hüceyrədə yoxdur. Və bir də demişdik ki, burada mitoxondri yerləşir, xüsusilə quyruq hissəyə doğru daha sıx yerləşir mitoxondri, çünki mitoxondri enerji mənbəyidir, ATF əmələ gəlir orada və quyruğun hərəkəti üçün vacibdir. Yumurta hüceyrə isə xaricdən qılafdan, sitoplazma, nüvə, içində orqanoidlərlə təşkil olunub deyirik və taclı membrana malikdir
spermatozoid yumurta hüceyrənin içərisinə ancaq bir spermatozoid girə bilər və spermatozoid yumurta hüceyrənin içərisinə girdikdən sonra onun üzərində xüsusi örtük membran əmələ gəlir və digər spermatozoidlərin yumurta hüceyrəyə girməsi əngəllənir və yumurta hüceyrənin içərisinə spermatozoidin başı və boynu girir, quyruq hissi isə qoparaq qalır və buna görə də deyirik ki, əgər quyruq girsəydi, onda yumurta hüceyrə tahriş olunardı, yəni dağlardı da, o quyruq orada hərəkət edir axı. Ona görə başı və boynu girir, quyruq hissə qoparaq xaricdə qalır. Və biz qeyd edirik ki, hüceyrə mərkəzi, deməli, mayalanmamış yumurta hüceyrənin içərisində hüceyrə mərkəzi yoxdur, amma mayalanmış yumurta hüceyrədə var. Çünki mayalanmış yumurta hüceyrəyə biz ziqot deyirik və həmin hüceyrə mərkəzini spermatozoid özü ilə yumurta hüceyrənin içərisinə gətirir. Əks halda, əgər yumurta hüceyrənin özündə olsaydı hüceyrə mərkəzi, onda mayalanmamış bölünməyə başlayardı. Yəni partenogenez yolla çoxalardı insanda. Ona görə də yumurta hüceyrənin içərisində hüceyrə mərkəzi yoxdur və o hüceyrə mərkəzini spermatozoid yumurta hüceyrəyə gətirir və buna biz deyirik mayalanmış yumurta hüceyrə, yəni ziqot. Sonra başlayır ziqot bu yolla bölünməyə. Deməli, bax biz dedik ki, spermatozoidin mitoxondri dedik quyruğa doğru toplanıbdır. Quyruq qopub qaldığına görə hətta belə bir fikir də var ki, məhz mitoxondri ancaq yumurta hüceyrənin içərisindəki mitoxondridir. Ona görə də biz deyirik ki, biz öz mitoxondrilərimizi, yəni enerjimizi, mitoxondrilərimizi əslində anadan almış oluruq. Yəni enerjini, mitoxondrini anadan alırıq. Çünki deyir, quyruq qırılan zaman spermatozoidin mitoxondrisi də xaricdə qalır. Və həmin mitoxondri məhz yumurta hüceyrənin içərisindəki mitoxondri olur. Və qeyd eləyək ki, bu spermatozoidlərin ömrü 2-4 gündür. 2-4 sutka. Spermatozoidlərin ömrü 2-4 sutkadır deyirik. Sonra qadın cinsiyyət sisteminə gəlin nəzər yetirək müəllimlər. Qadın cinsiyyət sistemi ümumiyyətlə qadın cinsiyyət orqanları da xarici və daxili olmaqla iki qrupa bölünür. Xarici qadın cinsiyyət orqanlarına aiddir qasıq, cinsiyyət dodaqları, uşaqlıq yolu dəhlizi və birləşdirici toxumadan əmələ gəlmiş qızlıq pərdəsi. Bax, bunlar xarici qadın cinsiyyət orqanlarıdır. Daxili qadın cinsiyyət orqanlarına aiddir. Bir cüt yumurtalıqlar, müəllimlər, şəkilə diqqətlə nəzər yetirsək, burada aydın şəkildə görmək olur yumurtalıqları. Bax, bir cüt yumurtalıqlar, bir cüt uşaqlıq borusu, bax buna uşaqlıq borusu da deyilir, buna yumurta borusu da deyilir. Və fikir verirsiniz, uşaqlıq borusunun və yaxud da yumurta borusunun yumurtalığa baxan hissəsində saçaqlı qıf var. Bax bu hissəyə baxın, saçaq şəklindədir, bir ucu saçaq şəklindədir, saçaqlı qıfa oxşuyur. Deməli, bir cüt yumurtalıq, yəni 2 ədəd yumurtalıq, yumurtalıqlarda yumurta hüceyrələri yetişir. Sonra və xarici sekresiya vəzidir yumurtalıqlar. Üzr istəyirəm, qarışıq sekresiya vəzidir. Həm xarici sekresiya vəzi kimi yumurta hüceyrə yetişir, daxili sekresiya vəzi kimi isə hormon hazırlayır. Bir cüt yumurtalıqlar, bir cüt yumurta borusu və yaxud da uşaqlıq borusu. Sonra dedik ki, uşaqlıq, bax yazılıb uşaqlıq, sonra gəldi uşaqlıq yolu və uşaqlıq boynu. Uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlıq. Bax, bura nə aiddir? Daxili qadın cinsiyyət orqanlarına aiddir və adını çəkdiyimiz bu hissələr, müəllimlər, çanaq boşluğunda yerləşir. Bax, kişilərdə dedik ki, toxumluqlar çanaq boşluğunda heç bir boşluqda yerləşmir. Hətta mən sekresiya vəzlərini keçəndə, sizə vəzləri keçəndə orada vurğulamışdıq ki, məsəl üçün istəyir 3 yaşı olsun, istəyir 13 yaşı olan oğlan uşağında çanaq boşluğunda yerləşən orqan dedik. Ümumiyyətlə, bədən boşluğunda yerləşən vəzlər dedikdə, orada biz toxumluğu götürmürdük, əgər yadınızdaydısa. Çünki toxumluqlar bədən boşluğunda yerləşmir. Onlar çanaq boşluğunda yerləşmir, xaricdə yerləşir. Çünki deyək ki, spermatozoidlər bədən temperaturunda əmələ gələ bilmir. Ona görə də onlar xaricdə yerləşirlər. Lakin yumurtalıqlar çanaq boşluğunda yerləşirlər. Çünki yumurta hüceyrə bədən temperaturunda əmələ gəlir. Deməli, bir cüt yumurtalıq, bir cüt yumurta borusu, uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın özü, bunlar çanaq boşluğunda yerləşən orqanlardır deyirik. Lakin kişilərdə toxumluqlar xaricdə, lakin toxum kisələri, prostat vəzi, bunlar çanaq boşluğunda yerləşir deyirik. Dedik ki, oğlan uşaqları 13-14 yaşında, qız uşaqları isə 10-12 yaşında cinsi yetişkənliyə çatır. Yəni, folikulun yetişməsi, yumurta hüceyrənin yetişməsi, qızların cinsi yetişkənliyə çatması 10-12 yaşlarında baş verir, 45-55 yaşına qədər. Bu 45-55 yaşında artıq aybaşıdan kəsilmə, yəni artıq yumurta hüceyrənin əmələ gəlməsinin prosesinin başa çatması deməkdir. Buna menopauza da deyirlər. Menopauza və yaxud da klimaks devri.
testlərə düşür. Menopauza və ya da klimaks devri də deyirlər. Deməli, bax, qeyd eləyək ki, bu hardasa yeni qız uşağı doğulan zaman, yəni yeni doğulmuş qız uşağında, yeni doğulmuş qız uşağının hər bir yumurtalığında 400 min folikul olur. Müəllimlər, folikul bilirsiniz nədir? Folikul elə bilin ki, üzüm salxımına oxşayan bir şeydir. Yumurtalığın içində olur. Və hər ay yumurtalıqda bir folikul yetişir. Hər ay bir folikul növbə ilə, tutaq ki, bu ay bir yumurtalıqda yetişibsə, o bir say digər yumurtalıq. Bu ay sağ yumurtalıqdadsa, ikinci ay sol yumurtalıqda. Bax, bu cür növbə ilə hər ay bir folikul yetişir və bir folikulun içərisində də bir yumurta hüceyrə olur. Yəni, hər ay qadın orqanizmasında bir folikul yetişir. Bu deməkdir ki, deməli, bir yumurta hüceyrə yetişir. Çünki folikulun içərisində bir dənə yumurta hüceyrə olur, deyirik. Deməli, yeni doğulmuş qız uşağının hər yumurtalığında nə qədər folikul olur? 400 min. Cəmi nə qədər folikul var deyəndə deyəcək, 800 min folikul var deyirik. Və cinsi yetişkənlik dövrünə qədər, yəni ümumiyyətlə belə deyək də, 10-12 yaşında cinsi yetişkənlik olursa və sona qədər bütün ontogenez boyu bu 800 min deməli folikulda minimum 350, maksimum 500'ü. Minimum 350, maksimum 500'ü yetişir deyirik. Deməli, bütün ontogenez boyu 800 mindən minimum 350, maksimum 500'ü yetişir deyirik. Deməli, minimum 350 yumurta hüceyrə, maksimum 500 yumurta hüceyrə yetişir. Bax, bəzən testlərdə belə bir sual var. Əgər yadınızdadsa biz demişdik ki, ovogenez zamanı yetişmə zonasında meyoz bölünmə gedir. Meyoz bölünmə zamanı bir dənə qamət, 3 dənə yönəldici cisimcik əmələ gəlir. Bir dənə yumurta hüceyrə əmələ gəlir. 3 dənə yönəldici cisimcik. Deməli, əgər 350 dənə yumurta hüceyrə varsa, bəs soruşsalar ki, minimum nə qədər yönəldici cisimcik, 350'ni vuracaqsınız 3'ə. Və yaxud da maksimum nə qədər yönəldici cisimcik, 500'ü vuracaqsınız 3'ə. Niyə? Çünki deməli, bütün ontogenez boyu soruşursa qadın orqanizmasında minimum və maksimum nə qədər yumurta hüceyrə əmələ gələr? Minimum 350 yumurta hüceyrə, 350 vur 3 dənə yönəldici cisimcik. 350'ni 3'ə vursaq, səhv eləmirəmsə bu cür eləməlidir. Və yaxud da 500'ü 3'ə vuranda 1500, hə. 1500'də yönəldici cisimcik. Yəni, bütün ontogenezdən söhbət gedir, ha, müəllimlər. Minimum 350 yumurta hüceyrə, 350 vur 3 qədər yönəldici cisimcik, maksimum 500 yumurta hüceyrə, 500 vur 3 qədər nə olacaq? Yönəldici cisimcik olacaq. Bax, bunlar testlərdə, məsələ həllərində demək sizə lazım olacaq. Bu 1050-1500 Bəli. 45-55 qədər olur da, düzdürmü? Bəli, bütün ontogenez nəzərdə tutulur müəllimə, bəli. Minimum 1050 yönəldici cisimcik, maksimum 1500 yönəldici cisimcik. Bütün ontogenezi nəzərdə tutur, bəli. Oldu, çox sağ olun. Buyurun müəllimə. Deməli, 10-12 yaşlarında cinsi yetişkənliyə çatdı qız uşaqları 45-55 yaşına qədər. Deməli, müəllimlər, bu belə, bu oldu qadın və kişi cinsiyyət orqanlarının quruluşu və bu barədə danışdıq. Və bir də onu qeyd edeyim ki, yumurta hüceyrənin ömrü 12-24 sutkadır. 12-24 sutka, yəni üzr istəyirəm, sutka deyirəm, 12-24 saat. Spermatozoidlərin ömrü 2-4 gün, yəni 2-4 sutka, yumurta hüceyrənin ömrü 12-24 saat, yəni yarım gün, bir gün belə hesablanır da. Keçək aybaşı siklına, müəllimlər. Aybaşı siklı, biz ümumiyyətlə yadınızdadırsa demişdik ki, sikl var, bir də refleks var. Refleks başladığı şeylə bitmir. Məsəl üçün, reseptorla başlayıb işçi orqanla bitir. Amma sikl başladığı ilə bitir. Aybaşı siklı, dediyimiz bu sikl, müəllimlər, 3 fazaya bölünür. Aybaşı fazası, aybaşıdan sonraki faza və sarı cisim fazası olmaqla 3 qrupa bölünür. Bir sikl, bax desələr ki, bir dənə sikl, yəni bir dənə aybaşı siklı neçə fazadan ibarətdir? Deyəcək 3 fazadan. İndi belə deyək, bu aybaşı siklını
28 gündən hesablayırlar, çox zaman. Bax, minimum desələr 20 gün götürəcəksiniz. Maksimum 30 gün, amma normal vəziyyətdə əksərən məsələlərdə 28 gündən hesablama aparılır. Amma minimum desə 20 götürərsiniz, maksimum desə 30 götürərsiniz. Yox, normal deyirsə onda 28 gündən. Bax, görürsünüz, burada da 28 gündən götürüb və bu siklın özündə də 28 gündən hesablanıb. Sizin kitabınızda olan şəkildir burada da. Deməli, bir dənə aybaşı siklı neçə fazadan ibarətdir? 3 fazadan ibarətdir. Hansı oldu? Birinci aybaşı fazası, ikinci aybaşıdan sonraki faza, üçüncü sarı cisim fazası. Aybaşı fazası çəkir müəllimlər 4-5 gün. Minimum 4 gün, maksimum 5 gün. Hətta 3 gün də çəkə bilir, amma indi bizdə məsələ həllərində çaşmamaq üçün 3'ü yox, 4-5 günü yadımızda saxlayırıq. Aybaşı fazası minimum 4 gün çəkə bilir, maksimum 5 gün çəkə bilir. Aybaşıdan sonraki faza isə minimum 9 gün çəkəcək, maksimum 10 gün çəkəcək. Deməli, baxın, minimum 9 gün, maksimum bu yazılıb 4-5 gün. Aybaşıdan sonraki faza minimum 9, maksimum nə çəkəcək? 10 gün çəkəcək. Sarı cisim fazası isə 14 gün çəkir. Sarı cisim fazası neçə gün çəkir? 14 gün çəkir. Bax, bu aybaşı fazası, yəni 4-5 gün çəkən bu faza, aybaşı fazasında bir var, yumurtalıqda gedən proses, bax bu yuxarıda olan yumurtalıqda gedən prosesdir. Bir var uşaqlıqda gedən proses. 4-5 gün müddətində yumurtalıqda fikir verin, növbəti yumurtalıqda yeni bir folikul yetişməyə başlayır, baxın. Amma digər tərəfdən uşaqlıqda nə baş verir? Uşaqlığın qan damarları ilə zəngin selikli qişası qoparaq qanlı xarici mühitə çıxarılır. Bu 4-5 gün çəkir, aybaşı fazası. Aybaşıdan sonraki fazada artıq bu yumurtalığın birində bax proses davam eləyir, yumurta hüceyrə yetişir. Digər tərəfdən uşaqlığın qan damarları ilə zəngin selikli qişası bərpa olunmağa başlayır və 14-cü gün ovulyasiya baş verir. Ovulyasiya ovulum yumurtlama deməkdir. Yəni folikuldan yumurta hüceyrənin çıxması deməkdir. Ondan sonra nə baş verir? Sarı cisim fazası. Bu fazada artıq deməli partlamış folikulanın yerində müvəqqəti daxili sekresiya bəzi funksiyasını yerinə yetirən nə əmələ gəlir? Sarı cisim əmələ gəlir ki, o da progesteron hormonu hazırlayır. Deməli, estrogen hormonunu folikul ifraz eləyir qana, progesteron hormonunu isə sarı cisim deməli qana xaric eləyir. Sarı cisim müvəqqəti daxili sekresiya vəzidir deyirik. Deməli, aybaşı bir sikl neçə fazadan ibarət oldu? 3 fazadan. 1 aybaşı fazası neçə gün çəkdi? 4-5 gün. 2 aybaşdan sonraki faza neçə gün çəkdi? 9-10 gün. 3 sarı cisim fazası neçə gün çəkdi? 14 gün. 28 gündən götürsək təbii ki. Neçənci gün ovulyasiya baş verdi? 28 günü götürürsünüzsə, onda 14-cü gün. Müəllimlər, ovulyasiyanı tapmaq üçün həmişə 14'ü çıxın. Tutaq ki, 28-dən götürəndə 28-dən 14 çıxırıq 14-cü gün. Minimum götürsə, 20 ilə götürsə, 20-dən 14'ü çıxırsınız 6-cı gün. Maksimum götürsə, 30 ilə götürsə, 30'dan 14'ü çıxırsınız olur 16-cı gün. Deməli, ovulyasiya 28 ilə götürəndə 14-cü gün, 20 ilə götürəndə 6-cı gün, 30 ilə götürəndə 14-cü gün ovulyasiyanı tapmaq üçün bax bu cür 14'ü çıxmalıyıq, hər birindən istifadə edirik. Deməli, müəllimlər, sual olunsa ki, sarı cisim fazasının sayı nəyin sayına bərabər olar siz bilən? Sarı cisim fazasının sayı aybaşı siklının sayına bərabərdir. Bu nə deməkdir? Bax, biz dedik ki, bir dənə aybaşı siklı baş veribsə, bir dənə aybaşı fazası var, bir dənə aybaşıdan sonraki faza var, bir dənə də sarı cisim fazası var. Yəni, hər fazada biri baş verir deyirik. Tutaq ki, desə ki, 20 dənə sarı cisim fazası baş verib. Deməli, onda 20 dənə aybaşı olub insan. Deməli, desə ki, 20 dənə sarı cisim fazası baş veribdir. Bu o deməkdir ki, deməli, 20 dənə aybaşı siklı baş verib. Yəni, bir siklda bir dənə sarı cisim fazası var, bir dənə aybaşıdan sonraki faza var, bir dənə də aybaşı fazası var. Deməli, və bir də bir şey qeyd edeyim ki, bir dənə sarı cisim fazasının davam etmə müddəti 14 gündür. Baxın,
sarı cisim fazasının davam etmə müddəti 14 gündür. 14 gün, yəni 2 həftə. 28 günün 14 günü bu tərəfdə qaldı. Növbəti 14 gün isə sarı cisim fazasıdır. Bir dənə aybaşı siklında bir dəfə sarı cisim fazası olur və bu sarı cisim fazasının davam etmə müddəti 14 gündür. Yəni 2 həftədir deyirik. İndi müəllimlər, bir də belə bir suallar verilə bilər. Məsəl üçün, tutaq ki, deyər ki, 28 günlük sikl olanda, necə ki, bu şəkildə götürüb 28 günlük, bir ildə neçə dənə aybaşı baş verə bilər? Yəni, 28 günlüklə götürsək, onda bir ildə neçə dənə sikl götürə bilərik? 13 sikl götürürsünüz. Yadımızda qalsın. Bax, deyirəm ki, əgər 28 gündən hesablasaq aybaşı fazasını, siklını, onda deyirik ki, bir ildə qadın orqanizmində neçə aybaşı siklı baş verə? Deyirik, 13 aybaşı siklı baş verə bilər. Yəni, bunu da belə hesablaya bilərik ki, əgər 28 gündən götürsək, məsəl üçün, tutaq ki, bir ili biz 360 götürsək, tutaq ki, bir ildə 360 götürsək, yazsaq ki, əgər 28-ə 1-dirsə, 360-a da x olar. Bax, 360-ı əgər deməli, biz 28-ə bölsək, biz alırıq 360-da götürə bilərik. 365 götürəndə elə bir ki, tam ala bilərik. 365-i biz bölsək 28-i 13 alırıq. Yəni, bu nə deməkdir? Baxın, məsəl üçün, tutaq ki, deyirəm ki, bir ildə qadın orqanizmasında nə qədər aybaşı baş verir? Yazıram, əgər 28 gündə qadın orqanizmində bir dənə aybaşı baş verirsə, bir dənə aybaşı siklı baş verirsə, 365 gün, yəni 1 il 365 gündür, x olar. X bərabərdir, 365-i 1-ə vurub 28-ə böləndə burada təqribi 13 alırıq. Deməli, 28-dən götürəndə bir ildə qadın orqanizmasında neçə deməli, aybaşı siklı baş verib deyəndə nə deyəcəksiniz? Deyəcək ki, 13 aybaşı siklı baş verib. Yox, desə ki, minimumdan götür, 20 ilə götür. Onda yazacağım 20-də bir dənədirsə 365-də x-dır. Bu da x bərabər olacaq buradan 18-ə. Əgər maksimumdan götürdüsə, 30-da 1-dirsə 365-də x-dır. Buradan da 365-i böləndə düşəcəkdir 12. Deməli, 28-dən götürəndə qadın orqanizmasının hər iki yumurtalıq nəzərdə tutulur. Hər iki yumurtalıqda 13 aybaşı siklı, 20 ilə götürəndə 18 aybaşı siklı, 30 ilə götürəndə isə nə olacaq dedik? Deməli, 12 aybaşı siklı baş verib deyəcəyik. Burada müəllimlər, bax, dedik ki, bir ildə 13 sikl götürürük. Necə ki, məsəl üçün, biz deyirik ki, tutaq ki, bir ildə 13 sikldirsə, bu siklın elə bilin ki, tutaq ki, belə deyək də, bir ayı sağ yumurtalıqda əmələ gəlibsə, bir ayını da sol yumurtalıqda əmələ gəlir. Növbə ilə əmələ gəlir. Məsələn, tutaq ki, 13 dənədirsə, onun 6-sı sağda əmələ gəlibsə, 7-si solda əmələ gəlir. Və yaxud da 7-si sağda əmələ gəlirsə, 6-sı solda əmələ gəlir. Yəni, bax, bu cür fikirləşin. Yəni, hər ay növbə ilə hər bir yumurtalıqda bir folikul yetişir və içində də bir yumurta hüceyrə. Bir ildə 13 dənə sikl götürürüksə, deməli, bir ildə 13 sikl götürürüksə, onun 6-sı sağda əmələ gəlibsə, 7-si solda əmələ gəlib. Və yaxud da 7-si sağda əmələ gəlibsə, 6-sı solda əmələ gəlib. Bu cür götürəcəyik. Və eyni zamanda yadımızda qalsın ki, bir ildə 13 dənə aybaşı sikli olubsa, deməli 13 aybaşı fazası olacaqdır. Onda 13 dənə deyəcəyik ki, deməli, məsələn, bax, belə yazaq da, elə bil ki, bir siklda nə götürdük? Bir dənə aybaşı fazası götürdük. Baxın, bunu siz özünüzdə qeyd edin. Bir siklda bir dənə aybaşı fazası. O da neçə gün çəkdi? 4-5 gün. Bir siklda bir dənə aybaşıdan sonraki faza. O da nə qədər çəkdi? 9-10 gün. Bir siklda neçə dənə sarı cisim fazası var? Bir dənə sarı cisim fazası var. O da neçə gün çəkir? 14 gün. Yəni, 2 həftə çəkir deyirik. Və yaxud da deyə bilərəm, bir siklda neçə dəfə ovulyasiya baş verir? Bir dənə ovulyasiya, yəni yumurtlama baş verir. Və yaxud da deyə bilərəm, bir siklda neçə dənə folikul yetişir? Bir dənə folikul yetişir. Yəni, bir siklla hesablasaq,
neçə dənə folikul yetişir deyirik, bir dənə folikul yetişir deyirik. Və yaxud da desə ki, bir dənə siklda bir dənə folikul yetişir, bəs neçə dənə yumurta hüceyrə əmələ gəlir? Deməli, bir folikulun içərisində bir dənə yumurta hüceyrə əmələ gəlir. Yaxşı, neçə dənə yönəldici cisimcik əmələ gəlir desə nə deyəcəyik? Yönəldici cisimcik desə, onda bir yumurta hüceyrədirsə, 3 dənə yönəldici cisimcik götürəcəyik. Bir yumurta hüceyrədirsə, 3 dənə yönəldici cisimcik götürəcəyik. Baxın, bir də təkrarlayıram. Bir siklda, bir aybaşı siklında neçədən aybaşı fazası var? Bir dənə, 4-5 gün çəkir. Neçədən aybaşıdan sonraki faza var? Bir dənə, 9-10 gün çəkir. Neçə dənə sarı cisim fazası var? Bir dənə. Neçə gün çəkir? 14 gün, yəni 2 həftə. Neçə ovulyasiya baş verir? Bir dənə. Neçə folikul yetişir? Bir dənə. Bir folikul yetişirsə elə bir dənə yumurta hüceyrə. Neçə yönəldici cisimcik? 3 dənə yönəldicisi cisimcik. İndi gəlin bunu 13-ə tətbiq eləyək. Yəni 1 ilə tətbiq eləyək. 1 ildə biz bilirik ki, qadın orqanizmində 13 dənə sikl olur. Yəni 13 aybaşı sikl olur. Onda 13 dənə aybaşı fazası olacaq. 13 dənə aybaşıdan sonraki faza olacaq. 13 dənə sarı cisim fazası olacaq. Bir ildə 13 sarı cisim fazası olacaq. Onda müəllimlər, əgər bir sarı cisim fazası 14 gün çəkirsə, onda bir ildə 13 sarı cisim fazası olarsa, 13 vur 14. Onda eləyəcək 128 gün. Artıq 128 gün 26 həftə götürəcəyik. Deməli, 13 sikldə 13 sarı cisim fazası, onda 13 dənə ovulyasiya olacaq, 13 dənə folikul yetişəcək, 13 dənə yumurta hüceyrə əmələ gələcək. Onda 13 vur 3. 13 vur 3 dənə, yəni 13-ü də 3-ə vuranda 39 dənə nə əmələ gələcək? Yönəldici cisimcik əmələ gələcək. Artırdıq artıq. 39 dənə yönəldici cisimcik əmələ gələcək. İndi baxın, müəllimlər. Dedim ki, əgər siklı 13 götürsə, bir ildə desə, bir ildə qadın orqanizmasında 13 sikl baş verir, yəni 13 aybaşı baş verir. Neçə dənə, bir ildə qadın orqanizmasında neçə dənə sarı cisim fazası olacaq desə, deyəcək 13 dənə sarı cisim fazası olacaq. Bəs bir ildə 13 sarı cisim fazası olacaq, bu doğru. Bəs yaxşı, bir ildə sarı cisim fazasının davam etmə müddəti deyəndə 13-ü vuracaqsınız 14-ə. Yəni bir ildə 182 gün. Sarı cisim fazasının davam etmə müddəti 182 gün olacaq. Neçə həftə desə, 13-ü vuracaqsınız 2-yə. Deyəcək 26 həftə. Necə ki, bayaq 1 həftə demişdik, düzdürmü? 14 gün, yəni 2 həftə. İndi 13-ü 2-yə vuracaqsınız. Çünki əgər bir siklda deyəcək ki, belə götürək də, 13 sikl baş verdiyinə görə 13-ü 2-yə vuracaqsınız, deyəcək 26 həftə davam elədi. Deməli, bir ildə neçə sarı cisim fazası oldu? 13. Sarı cisim fazasının davam etmə müddəti gün, neçə gün? 182 gün. Neçə həftə? 26 həftə götürəcəyik. Və bir də qeyd edək ki, yenə də deyirəm ki, hormonlar, deməli, bu spermatozoid və yumurta hüceyrənin əmələ gəlməsi birinci, ilkin cinsiyyət əlamətidir. Hormonlar isə ikincili cinsiyyət əlamətlərinin meydana gəlməsində iştirak edir, dedik. Deməli, bir ildə 28 gün götürəndə 13 aybaşı, 20 gündən 18 aybaşı, 30 gündən isə nə götürdük? 12 aybaşı götürmüş olduq. Elə bir onu tapmaq üçün, ovulyasiyanı da tapmaq üçün yenə də qeyd edirəm də 14-cü günü götürürsünüz, yəni 14-ü götürürük. İndi gəlin keçək müəllimlər. Burada cədvəl şəklində daha gözəl formada yazılıbdır əslində. Məsəl üçün deyir ki, biz dedik ki, aybaşı siklda deyirik və yaxud da buna menstruasiya da deyirik. Bax, qız uşaqları 10-12 yaşında aybaşı fazası, aybaşı keçirdir və biz buna aybaşı siklı da deyirik, menstruasiya da deyirik, menstruasiya. 45-55 yaşında aybaşı kəsilir, yəni buna menopauza da deyirik, klimaks da deyirik. İndi baxın, deyir ki, aybaşı siklı, bax, bayaq böldüm ki, aybaşı siklı 3 fazaya bölünür. Aybaşı fazası, aybaşıdan sonraki faza və sarı cisim fazası. İndi baxın, deyir ki, aybaşı fazasında bir yumurtalıqda gedən proses var, bir var uşaqlıqda. Necə burada var idi müəllimlər, bura baxın, söhbət bundan gedir, bax. Bayaq dediyim ki, bu yumurtalıqda gedən prosesdir, bu yuxarıdakı, bax, bu üstdəki. Bu
Bu yumurtalıqda. Bu amma uşaqlıqda gedən prosesdir. İndi baxın, onu burada cədvəl şəklində yazıb. Birinci baxın aybaşı fazasına. Gəlin aybaşı fazasında yumurtalıqda gedən prosesə baxaq. Bax, yumurtalıqda bu aybaşı fazasında bu 4-5 gün müddətində nə baş verir? Buna baxaq. Baxın nə deyir? Sarı cisim hormon sintez etməsi dayanır. Deməli, sarı cisimin hormon sintez etməsi dayanır. Növbəti folikul yetişməyə başlayır. Bax, bura şəkilə bir dənə diqqətlə baxın. Sarı cisim, bax bu hissə, bu sonda artıq sarı cisim atrofiyaya uğrayır. Yəni, belə deyək də, itir, yoxa çıxır və sarı cisim progesteron hormonu ifraz eləməyi dayandırır. Ona görə ona müvəqqəti daxili sekresiya vəzi deyirik. Və sarı cisim hormon sintez etməyə dayandırır və bu dəfə başlayır folikulda estrogen hormonu. Bax, bu folikulda elə bilin ki, folikulda estrogen hormonu ifraz olunmağa. Estrogen hormonu yumurta hüceyrənin folikulun yetişməsini sürətləndirir. Progesteron isə uşaqlığın selikli qışasının bərpasında iştirak edir və növbəti folikulanın yetişməsini ləngidir. Aybaşı fazasında yumurtalıqda nə baş verir? Sarı cisim hormon sintez etməyə dayandırır, növbəti folikula yetişməyə başlayır. Baxın, artıq yetişməyə, fikir ver, yetişməyə doğru gedir. Deməli, aybaşı fazası 4-5 gün çəkir. Aybaşı fazasında sarı cisim hormonu ifraz etməyə dayandırır. Folikullar estrogen hormonu sintez etməyə başlayır və deməli, növbəti folikulanın yetişməsi başlayır. Yaxşı, bəs bu prosesdə uşaqlıqda nə baş verir deyəndə deyirik ki, uşaqlığın selikli qışası qopur və qanla birlikdə xarici mühitə çıxarılır. Bax, buradakı kimi yenə də deyirik ki, uşaqlığın selikli qışası qoparaq qanla birlikdə xaric olmağa başlayır. Bax, bu aybaşı fazasında olanlar. Deməli, aybaşı fazasında yumurtalıqda nə baş verdi? Sarı cisim hormon sintez etməyə dayandırdı. Yəni, progesteron hormonu dayandı. Buna görə də elə progesteron hormonu dayandığına görə uşaqlığın selikli qışası qopub tökülür. Çünki baxın, estrogen hormonunu folikullar istehsal edir və onların işi nədir? Folikulanın yetişməsini sürətləndirmək. Progesteron hormonunu sarı cisim ifraz edir. Sarı cisimin funksiyası nədir? Uşaqlığın selikli qışasının bərpası. Elə sarı cisim hormon sintez etməyi dayandırdığına görə uşaqlığın qan damarları ilə zəngin selikli qışası qoparaq qanla birlikdə nə edir? Xarici mühitə çıxmağa başlayır və növbəti folikula yetişməyə başlayır. İkinci fazaya baxın. Aybaşıdan sonraki faza. Aybaşıdan sonraki faza çəkir dedik 9-10 gün. Minimum 9, maksimum 10 gün çəkir deyirik. Yəni 4 olarsa 9 götürəcəyik. Aybaşını 4 götürsək, bunu 9 götürəcəyik. 5 götürsək, bunu 10 götürəcəyik. 9-10 gün. Deyir, folikulanın yetişməsi davam edir. Buradan şəkildən də görürsünüz ki, müəllimlər, doğrudan da folikulanın yetişməsi baxın davam edir. Aybaşdan sonraki fazada, yumurtalıqda. Bəs uşaqlıqda nə baş verir? Uşaqlığın selikli qışasının bərpası başlayır. Baxın, yavaş-yavaş selikli qışa bərpa olunmağa başlayır. Uşaqlığın selikli qışası nə olur? Bərpası başlayır. Yəni, selikli qışası yavaş-yavaş nə edir? Bərpa olunmağa başlayır. Və bunu da sözlərlə burada qeyd edilib. Uşaqlığın selikli qışası bərpa olmağa başlayır. Artıq, əlimlər, buradan da gördüyünüz kimi, artıq 4-5 bu 6-cı gündən etibarən 6-cı gündən 14-cü günə qədər 6-cı gündən 14-cü günə qədər nə ifraz olunmağa başlayır burada? Uşaqlığın selikli qışasının bərpa olunması üçün progesteron hormonu ifraz olunmağa başlayır. Çünki görürsünüz, deyir, uşaqlığın selikli qışası bərpası başlayır. Deməli, indi uşaqlığın selikli qışasının bərpası neçə gün çəkir desə nə deyəcəksiniz? 28-dən 4-ü çıxacaqsınız və yaxud da 28-dən 5-i çıxacaqsınız. Deyəcəksiniz 23-24 gün. Əgər sual verilsə ki, bu uşaqlığın selikli qışasının bərpası neçə gün? Bax, bura qədər. Neçə gün çəkir desə, 28-dən 4-ü və 5-i çıxıb deyəcəyi 23-24 gün çəkir. Və sual oluna bilər ki, uşaqlığın selikli qışasının bərpası ən az bərpa olunduğu gün nə vaxtı? 6-cı gün. 4-5-dən sonra gələn 6-cı gün ən az bərpa olunduğu gündür. Ən çox bərpasının baş verdiyi gün 28-ci gündür. Deyirik. Yaxşı, sonra nə baş verir? Gəlir nə?
sarı cisim fazası. Sarı cisim fazasında baş verənlər nədir? Deyir, sarı cisim artıq 14 gün olur, 14 gün ovulyasiya olur, artıq yumurta hüceyrəyi tam yetişir, folikuladan çıxır, folikula partlayır, yumurta hüceyrə folikuladan çıxır və folikuladan çıxaraq qarın boşluğuna düşür. İndi burada dayanaq, sonra deyəcəm qarın boşluğundan sonra nə baş verir. Deməli, deyir, sarı cisim hormonu hazırlamağa başlayır. Artıq sarı cisim progesteron hormonu hazırlayır və progesteron hormonu növbəti folikulda yumurta hüceyrənin yetişməsini dayandırır. Yəni yumurtalıqda folikulanın yetişməsi prosesi dayanır və nə baş verir? Sarı cisim hormonu hazırlamağa başlayır. Deməli, sarı cisim fazasında yumurtalıqda nə baş verdi dedik? Yumurtalıqda dedik ki, sarı cisim hormon hazırlamağa başlayır. Yəni necə ki folikula partladı, partlamış folikulanın yerində müvəqqəti daxili sekresiya vəzi funksiyasını yerinə yetirən sarı cisim əmələ gəlir və sarı cisimin hazırladığı hormona biz progesteron deyirik. Sarı cisim hormon hazırlamağa başlayır. Buna görə də bu hormon yumurtalıqda folikulanın yetişməsi prosesini dayandırır. Və uşaqlıqda nə baş verir? Uşaqlığın sellik qişasının bərpası prosesi sürətlənir. Çünki zaten elə progesteron hormonu sellik qişanın bərpasında iştirak edir. Deməli, baxın, indi nə oldu? Fikir verin, bir də başdan baxaq. Deməli, aybaşı siklında, menstruasiyada deyirik 3 faza var. Aybaşı fazası, aybaşdan sonraki faza, sarı cisim fazası. İndi nə baş verir? Yumurtalıqda və uşaqlıqda nə baş verir? Aybaşı fazası zamanı yumurtalıqda nə baş verir? Deyirik ki, sarı cisim hormon ifraz eləməyi dayandırır. Buna görə də növbəti folikula yetişməyə başlayır. Bəs uşaqlıqda nə baş verir? Sarı cisim hormon ifraz etməyi dayandırdığına görə, progesteron hormonu ifraz olunmağa başlamadığına görə uşaqlığın qan damarları ilə zəngin selliklik qişası qoparaq qanla birlikdə xarici mühitə çıxarılır. İkinci, aybaşıdan sonraki fazada yumurtalıqda deyirik ki, folikulanın yetişməsi prosesi davam edir. Uşaqlıqda isə uşaqlığın sellik qişasının bərpası prosesi davam edir. 14-cü gün ovulyasiya baş verir. Folikula artıq yetişib, yumurta hüceyrə folikulanın içərisindən çıxaraq qarın boşluğuna düşür deyirik. Və partlamış, bu düşsün qarın boşluğuna, bu haqda sonra danışacağım. Partlamış folikulanın yerində müvəqqəti daxili sekresiya bəzi funksiyasını yerinə yetirən sarı cisim əmələ gəlir. Və sarı cisimin hazırladığı hormon progesteron hormonudur. Progesteron hormonu növbəti folikulanın yetişməsini ləngidir. Yumurtalıqda növbəti folikulanın yetişməsini ləngidir. Yəni, ümumiyyətlə, növbəti folikula yetişmir. Uşaqlığın isə qan damarları ilə zəngin selliklik qişasının bərpası prosesi sürətlənir deyirik. İndi baxın, bunlar, müəllimlər, bunlara diqqətlə baxarsınız bir də. Sonra baxın, deyirik ki, aybaşıdan sonraki fazanın 14-cü günü, fikir verin, aybaşıdan sonraki fazanın 14-cü günü ovulyasiya baş verir. Yəni, buna biz yumurtlama da deyirik və yumurtlama zamanı yumurta hüceyrə folikuladan çıxaraq birinci qarın boşluğuna düşür. Və qarın boşluğuna düşən zaman uşaqlıq borusunun saçaqlı qıfı tərəfindən tutulur və uşaqlığa ötürülür. Müəllimlər, uşaqlıqda yumurta hüceyrənin yetişməsi başa çatır. Bax, əgər sizə sual verilsə ki, yumurta hüceyrənin tam yetişməsi prosesi harada başa çatır? Deyirik, uşaqlıqda. Deməli, aybaşıdan sonraki fazanın 14-cü günü folikula, yetişmiş folikula partlayır və bu yumurta hüceyrə düşür qarın boşluğuna. Qarın boşluğuna düşən yumurta hüceyrə uşaqlıq və yaxud da yumurta borusunun saçaqlı qıfı tərəfindən tutularaq uşaqlığa doğru, bax bura uşaqlıq borusuna yönəldilir və yumurta hüceyrənin yetişməsi bu boruda başa çatır. Əslində uşaqlıq borusunda tam yetişir. Elə məhz mayalanma prosesi də burada baş verir. Yəni, əgər bu müddətdə spermatozoidlər uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlıq və uşaqlıq borusu ilə gəlib yumurta hüceyrəyə çatırsa, mayalanma da burada baş verir deyirik. Yəni, yox, əgər həmin müddətdə, yəni 12-24 saat müddətində biz bilirik ki, yumurta hüceyrənin öz mayalanma qabiliyyətini 12-24 saat saxlayır. 12-24 saat əgər spermatozoid gəlib o yumurta hüceyrə ilə uşaqlıq borusunda görüşüb onu mayalandırırsa, mayalanma baş tutur. Yox, ondan keçirsə, onda artıq yumurta hüceyrə mayalanma qabiliyyətini itirir deyirik.
Deməli, baxın, bu hissəyə bir də deyək, qeyd etdik ki, aybaşıdan sonraki fazadan sonra partlamış folikulanın içərisindən çıxan yumurta hüceyrə qarın boşluğuna düşür. Yumurta borusunun saçaqlı qıfı tərəfindən tutularaq uşaqlıq borusuna istiqamətlendirilir və burada yumurta hüceyrənin yetişməsi başa çatır. Və yumurta hüceyrə öz mayalandırma qabiliyyətini 12-24 saat saxlayır. Bu müddət ərzində əgər mayalanma baş veribsə, spermatozoidlər daxil olubsa uşaqlığa, gəlib uşaqlıq boyununa çatır, yumurta hüceyrəni mayalandırır və mayalanma baş verir. Yox, daxil olmayıbsa, onda həmin yumurta hüceyrə hərəkət edilərək gəlib uşaqlığa çatır, uşaqlığın qan damarları ilə zəngin selikli qişasını zədələyərək qan şəklində xaricə düşür. Bax, buna deyirlər aybaşı və proses yenə təkrarlanır. Yox, əgər bunun burada baxaq, bəs bu yumurta hüceyrə folikuldan çıxandan sonra nə baş verir? Partlamış folikulanın yerində müvəqqəti daxili sekresiya vəzi funksiyasını yerinə yetirən sarı cisim əmələ gəlir. Və bu sarı cisimin müddəti çəkir 14 gün, yəni 2 həftə. Buna deyirlər sarı cisim fazası. Əmələ gələn sarı cisim növbəti folikulanın yetişməsini dayandırır, çünki progesteron hazırlayır və bu da növbəti folikulanın yetişməsini dayandırır və uşaqlığın selikli qişasını rüşeymi qəbul etmək üçün hazırlayır. Və əgər mayalanma baş verməyibsə, sarı cisim 14 gün hormon ifraz eləyir. 14 gün hormon ifraz eləyir. Yox, mayalanma baş veribsə, onda 3 ay hormon ifraz eləyir. Mayalanma baş verməyibsə, 14 gün hormon ifraz eləyir deyirik. Çünki həmin 14 gün müddətində hormon ifraz eləyir ki, növbəti folikula yetişməsin. Yox, əgər mayalanma baş veribsə, onda 3 ay hormon ifraz eləyir. Onun 2 ayını rüşeym dövründə, 1 ayını da cift dövründə hormon ifraz eləyir. Əgər yox, hormon ifrazı dayanırsa, dayanan kimi onda aybaşı başlayır. Dayanan kimi uşaqlıqda aybaşı başlayır, yəni uşaqlığın qan damarlarıyla zəngin selikli qişası qopub tökülür. Folikulada isə, yumurtalıqda isə folikula yetişməyə başlayır. Bax, yenə təkrarlayıram. Partlamış folikulanın yerində sarı cisim əmələ gəlir. Sarı cisim, buna sarı cisim fazası deyirik, 14 gün 2 həftə çəkir. Bu sarı cisim progesteron hazırlayır. Progesteron, deməli, uşaqlıqda progesteron deyirik ki, neyniyir? Növbəti folikulanın yetişməsini ləngidir və uşaqlığın qan damarları ilə zəngin selikli qişasını bərpa eləyir. 14 gün çəkir. Dayanan kimi, əgər mayalanma baş veribsə, uzanır, 3 ay çəkir. 2 ay rüşeym, 1 ay cift. Mayalanma baş verməyibsə, onda 14 gündən sonra dayanır. Dayanan kimi uşaqlıqda aybaşı başlayır, yumurtalıqda növbəti folikula yetişməyə başlayır. Görürsünüz, bax, buna deyirik döngü, yəni sikl. Badəm nə ilə başlamışdısa, orada döndü təzdən. Fikir verin, ona görə sikl dedik. Bax, bu hissə belə, müəllimlər, bu hissə aydın oldu hər kəsə. Hara qədər aydın oldu, hara qədər aydın olmadı. Bir dənə mənə deyin, bilim. Aydındırmı? Ay, sağ olun. Yaxşı. Müəllimlər, 28 günlük, əgər biz 28 gündən götürürüksə, 28 günlük aybaşı siklının 14-cü günü dedik ki, ovulyasiya baş verir. Yəni, ovulyasiya ovulun yumurtlama deməkdir də. 14-cü gün ovulyasiya olan baş veribsə, sual oluna bilər ki, yaxşı, onda bu zaman 14-cü gün ovulyasiya baş veribsə, yumurta hüceyrə mayalanmaq qabiliyyətini neçə gün saxlaya bilər? Baxın, əgər 14-cü gün ovulyasiya baş veribsə, yumurta hüceyrə mayalanmaq qabiliyyətini neçə gün saxlaya bilər? 14-15 gün. Yəni, yumurta hüceyrənin yaşama müddəti 12-24 saatdır da. Deməli, onda 14-cü gün ovulyasiya baş veribsə, elə bu 14-cü gün, bir də 15-ci gün. Yəni, əgər spermatozoidlər uşaqlığa daxil olublarsa, yəni burada gəlib uşaqlıq borusuna daxil olublarsa, ya 14-cü gün gəlib birləşə bilər, mayalanma baş verir, ya da 15. 16-cı günə keçdisə artıq baş verə bilməz. Çünki artıq yumurta hüceyrə öz yaşamaq qabiliyyətini itirir deyirik. Bəs yaxşı, bu spermatozoiddə necə olur? Yəni, boruda olan spermatozoidlər neçənci günə qədər mayalanma qabiliyyətini saxlaya bilər? Baxın, boruda olan spermatozoidlər neçənci günə qədər mayalanma qabiliyyətini saxlaya bilər? Bilirik ki, spermatozoidlərin yaşama müddəti 2-4 gündür. İndi baxın, 12-ci gün gəlib daxil olublarsa, müəllimlər, 12-ci gün daxil olublarsa, 12,
13, 14-cü gündə ovulyasiya baş verib, düzdürmü? Deməli, saxlaya bilərlər. Minimum 12, 13, 14. Yəni, əgər 12-ci günü gəlib, demək, borudadırlarsa, onda 2-4 gün saxlaya bilir axı. Minimum 12. Yəni, ondan keçdisə, ondan əvvəl, məsəl üçün 8-ci gün, 9-cu gün daxil olsa, onda saxlaya bilmir. Minimum 12, 13, 14. Maksimum götürsək, götürə bilərik, maksimum desə, məsəl üçün götürə bilərik 9-cu gün daxil olubsa, saxlaya bilməz. Amma 10-cu gün daxil olubsa 10, 11, 12, 13, 14, hətta 15. Bax, bu cür. Minimum 12 götürə bilərik ki, məsəl üçün 12, 13, 14, 12-ci gün daxil olubsa 13, 14-cü gündə ovulyasiya. Əgər maksimum götürsək, daha çox götürsək, 10-cu günü götürə bilərik. Məsələn, 10-cu gün daxil olubsa 10, 11, 12, 13, 4 gün oldu. Baxın, 14-cü gün ovulyasiya, hətta deyirik ki, 15-ci günə qədər saxlaya bilər. Amma sonra 16, 17-ci gün artıq olmaz. Və yaxud da 8, 9 olmaz. Yəni, bundan əvvəl 8-ci, 9-cu gün daxil olubsa, maylanma baş verməyəcək. Və yaxud da, deyək ki, 16-cı, 17-ci gün daxil olubsa, onda maylanma baş verməyəcək. Çünki artıq onlar nə olurlar? Məhv olurlar, deyirik. Bu belə müəllimlər. Yenə də deyirəm, əgər spermatozoidlər boruya maylanmanın, məsəl üçün götürsək, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci günləri olursa, onda maylanma qabiliyyətini saxlaya bilirlər. Yox, ondan sonra daxil olarlarsa, onda, məsələn, 16-cı gün daxil olarsa, 17-ci gün və yaxud da 8, 9, yəni ovulyasiyadan əvvəl 8-ci, 9-cu günlər, onda maylanma qabiliyyətini saxlaya bilmirlər. Çünki yumurta hüceyrə də bu zaman məhv olur, spermatozoidin də yaşama müddəti 2-4 gün olur. Yəni, tutaq ki, əgər 10-cu gün daxil olubsa, məsəl üçün, bax, buradan götürək, bu 10-cu gün, məsələn, bu 10-cu gün daxil olubsa, buradakı 10-cu gün daxil olubsa, onda hələ ovulyasiya 14-cü gün olasıdır. 10, 11, 12, 13. Baxın, 1, 2, 3, 4. 14-cü gündə nə baş verəcək? Ovulyasiya baş verəcək. Yumurta hüceyrə çıxan kimi spermatozoid ondan birləşəcək. Mümkün olur. Və yaxud da 15-ci gün daxil olubsa spermatozoid, elə zaten bu 14-cü gün çıxıbdır folikuldan, 24 saatda yaşaya bilir. 15-ci gün spermatozoid daxil olubsa onu mayalandıra bilər. Bax, bu deməkdir, müəllimlər. Sonra, deməli, bax, bura qədər, bu qədər. Keçək indi ontogenezə. Biz qeyd etmişdik ki, ümumiyyətlə, ontogenez nədir? Ontogenez ontoz mövcud genezis mənşə deməkdir. Yəni, ontogenez insanın, belə deyək ki, mayalanma anından ölənə qədər keçirdiyi dövrdür. Müəllimlər, ontogenez insanın fərdi inkişafıdır. Yəni, ontoz mövcud genezis mənşə deməkdir. İnsanın mayalanma anından ölənə qədər keçirdiyi dövrdür. Yəni, mayalanma ilə başlayıb, bioloji ölüm, bioloji etibarlılıqda 150 il götürürlər, 150 yaş, bioloji etibarlılıq yaşıdır. Yəni, mayalanma ilə başlayıb, bioloji ölümlə nəhayətlənir. İndi baxın, orqanizmin ontogenezi harda başlayır deyəndə deyirik, uşaqlıq borusunda. Necə bayaq dedim, yumurta hüceyrə harda yetişir? Folikulda. Bir siklda neçə yumurta hüceyrə yetişir? Bir folikul yetişir, bir yumurta hüceyrə yetişir, bir ay başı fazası, bir ay başdan sonraki faza, bir sarı cisim fazası olur. Nə qədər çəkir sarı cisim fazası? 14 gün, yəni 2 həftə. Bəs bir ildə nə qədər çəkir? 14 vur, deməli, 13 sikldır da, 13 vur 14. Və yaxud da, desə ki, sizə bu ontogenez zamanı folikulanın, dedik ki, yumurta hüceyrənin yetişməsi folikulda getdi. Bəs tam yetişmə dedik ki, uşaqlıq borusunda. Çünki düşür qarına, qarın boşluğuna, oradan tutulur uşaqlıq borusuna və orada tam yetişir dedik. İndi baxın, müəllimlər, belə bir sual var. Məsəl üçün, biz bilirik ki, balıqlarda mayalanma xaricidir. Balıqlar kürü qoyur.
Suda qurda yaşayanlarda mayalanma xaricidir. Kürü qoyur və erkək qurbağa da gəlib onun üzərinə spermatozoid buraxır. Sürünənlərdə, quşlarda, məməlilərdə mayalanma daxil edir. Sürünənlərdə və quşlarda mayalanma daxil edir, rüşeyimin inkişafı xaricdə gedir. Lakin hamısında belə deyil, mayalanma daxil olanlar, yəni daxil olanlar da var. Rüşeyimin inkişafı daxildə gedənlər də var. Yəni diri bala doğanlar da var. Məsələn, diri bala doğan balıq da var ona qalsa. Amma məməlilərdə mayalanma daxil edir və rejim inkişafı daxildə gedir. İndi baxın, məsəl üçün sual ola bilər ki, dedik ki, ontogenez nədir? Ontogenez mayalanma anından ölənə qədər keçdiyi devirdir və orqanizmin ontogenezi uşaqlıq borusunda qoyulur. Niyə? Çünki mayalanma uşaqlıq borusunda gedir. Yumurta hüceyrə uşaqlıq borusuna istiqamətlənir. Spermatozoid də uşaqlıq borusunda gəlib yumurta hüceyrəni mayalandırır. Uşaqlıqda mayalandırmır. Uşaqlığı artıq rüşeym düşür. Deməli, dedik ki, orqanizmin ontogenezi harda qoyulur? Uşaqlıq borusunda. Hansı canlıdan etibarən biz götürürük ki, mayalanma daxil edir? Xordalların hansı nümayəndəsi? Sürünənlər. Deməli, ilk dəfə sual verilsə ki, hansı canlılarda ilk dəfə deməli mayalanma, yəni orqanizmin ontogenezi uşaqlıq borusunda başladı? Sürünənlərdə. Era olaraq götürsə, daş kömürdə. Çünki sürünənlər ilk dəfə daş kömürdə əmələ gəlib deyirik. Ontogenezi biz bölürük iki hissəyə. Embrional devir və postembrional devir olmaqla iki qrupa bölünür. Embrion Yunanca rüşeym deməkdir. Embrional bətindaxili devirdir. Yəni hələ doğulmamışdan, yumurta qabığından çıxmamışdan əvvəlki devirdir. Embrional devrin özünü biz üç hissəyə bölürük. Başlanğıc dövr. Embrional devir nə idi? Doğulana qədərki devir. Başlanğıc dövr, rüşeym dövrü, döl dövrü. Postembrional devir nədir? Doğulandan sonraki devir. Bunu da böləcəyi yeni doğulma və yaxud da çağalıq, südəmər, yaslı və ya ilkin uşaqlıq, yəni bağçaya qədər ki, məktəbə qədər və məktəb dövrü. Gəlin birinci baxaq embrional devrə, yəni doğulana qədərki devir. Birinci, başlanğıc devir, 3 mərhələsi var, 2 rüşeym, 3 döl. Başlanğıc dövr, müəllimlər, bu boruda gedir. Başlanğıc dövr gedir, uşaqlıq borusunda çəkir 6-7 gün. 6-7 gün çəkir. Deməli, uşaqlıq borusunda başlayır, uşaqlıqda başa çatır. 6-7 gün çəkir. Zigotun bölünərək çox hüceyrəli rüşeymə çevrilməsi ilə başlayır, deməli, implantasiya ilə başa çatır. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, müəllimlər, deməli, necə ki, bax, dedik ki, deməli, 14-cü gün yumurta hüceyrə yetişdi, ovulyasiya baş verdi, folikul partladı, yumurta hüceyrə düşdü qarın boşluğuna, uşaqlıq borusunun saçaqlı qıfı tərəfindən tutularaq uşaqlıq borusuna istiqamətləndirildi. Burada yumurta hüceyrənin yetişməsi başa çatdı uşaqlıq borusunda. Və partlamış folikulanın yerində də sarı cisim əmələ gəldi və o progesteron hormonu ifraz elədi. 14 gün sarı cisim progesteron hormonu ifraz edir. Bu müddət ərzində növbəti folikulanın yetişməsi ləngiyir, uşaqlığın sedikli qışası, uşaqlığın bərpa olunur deyirik. Əgər bu 14 gün müddətində spermatozoid gəlib yumurta hüceyrəni mayalandırırsa, mayalanma baş verir. Mayalandırmırsa, 14 gündən sonra sarı cisim atrofiyaya uğrayır. Yəni, yoxa çıxır və başlayır yenidən proses davam eləməyə, aybaşı baş verir. Yox, əgər mayalanma gedibsə, əgər spermatozoidlər gəlib yumurta hüceyrəni uşaqlıq borusuna mayalandırıbsa, onda bu andan etibarən bətin daxili inkişafın, deməli, embrional devri başlayır, başlanğıc dövr başlayır. Başlanğıc dövrü nə ilə başladı? Zigotun, mayalanmış yumurta hüceyrə zigot əmələ gələndən sonra başlayır mitoz bölünmə keçirtməyə. Əvvəlcə, deməli, interfaza, sonra mitoz bölünmə keçirtməyə. Və zigotun bölünərək çox hüceyrəli rüşeymə çevrilməsi ilə başlayır. Yəni, bu 6-7 gün davam eləyir. Uşaqlıq borusunda əmələ gələn çox hüceyrəli rüşeym, necə ki, zigot əmələ gəldi, sonra zigot başladı 2 dəfə uzunluğa istiqamətdə, sonra enli istiqamətdə, yəni bölünməyə başladı. Uşaqlıq borusunda spermatozoidlər gəldi, yumurta hüceyrəni mayalandırdı, əmələ gəldi mayalanmış yumurta hüceyrə, yəni zigot.
Zigot əmələ gələndən sonra interfaza keçirtdi, başladı mitoz bölünmə keçirtməyə. Mitoz bölünmə 2 dəfə uzunluğa, eninə bölünərək çoxucəli rüşeymə çevrildi. Düz 6-7 gün, yəni onun 4-5 günü uşaqlıq borusunda, 2 günü də uşaqlıqda. 4-5 gün çoxucəli rüşeym inkişaf eləyə, uşaqlıq borusu ilə hərəkət eləyə uşaqlığa gəlir. Uşaqlığın qan damarları ilə zəngin seliklik işarasına girir və buna biz deyirik implantasiya. Sonra başlayır rüşeym dövrü. Deməli gördünüz, uşaqlıq borusunda başladı başlanğıc dövr, uşaqlıqda başa çatdı. 6-7 gün çəkdi. 4-5 gün uşaqlıq borusunda, 2 gün uşaqlıqda. Zigotun bölünərək çoxucəli rüşeymə çevrilməsi ilə başladı, implantasiya ilə sona çatdı. İmplantasiya deməli gedib çoxucəli rüşeymin uşaqlığın qan damarlarıyla zəngin seliklik işarasına girib ora yapışması devridir. İkinci rüşeym dövrü. Rüşeym dövrü çəkir 2 ay. 2 ay nə deməkdir? 6-7-ci gündən sonra, yəni necə ki gedib o çoxucəli rüşeym deyirik, baxın, implantasiya ilə başlayır. Yəni uşaqlığın, çoxucəli rüşeymin uşaqlığın qan damarları ilə zəngin seliklik işarasına girib ora batması ilə başlayır və ciftin əmələ gəlməsi ilə başa çatır. Yəni uşaqlıqda başlayır, uşaqlıqda da başa çatır və 2 ay çəkir. Gəlir döl dövrü, döl dövrü 7 ay çəkir. Bu ciftin əmələ gəlməsi ilə başlayır və təbii doğuşla başa çatır. Elə uşaqlıqda başlayır, təbii doğuşla da başa çatır, 7 ay çəkir. Bu 7 ayın deməli dedik ki 7 ayın cift əmələ elə bir ki demək biz bayaq dedik ki əgər mayalanma baş verməyibsə sarı cisim 14 gün progesteron hormonu hazırlayır. Mayalanma baş veribsə 3 ay progesteron hormonu hazırlayır. Onun 2 ayını rüşeym mərhələsində, 1 ayını da döl mərhələsində. Deməli döl əmələ gələndən sonra 7 ayın deməli 4-cü ayından etibarən hormon ifraz eləməyə başlayır. 3-cü ayda meydana gəlir, amma 4-cü ayından hormon ifraz edir. Deməli 6 ay hormon ifraz edir, belə çıxır ki. Deməli döl dövrü 7 ay çəkir. Deməli baxın 1-ci, 2-ci, 3-cü, 4-cü, 5, 6, 7, 8, 9. Baxın, bunun 2 ayı rüşeym mərhələsidir. 2 ay rüşeym mərhələsində sarı cisim hormonu ifraz edir. Deməli, 2-ci ayın sonunda artıq döl dövrü başlayır. Döl dövrü başlayandan 1-ci ayı hormon ifraz eləmir. 1, 2, 3, 4, 5, 6. 4-cü ayından başlayaraq hormon ifraz edir ki, bu da nə qədər çəkir? 6 ay çəkir, deyirik. Demək müəllimlər, bax bunların hamısı burada yazılıb, indi oxuduqca özünüz də görəcəksiniz. Növbəti biz deyirik ki, necə ki başlanğıc devrini biz vurğuladıq ki, başlanğıc devri, gəlin bir də keçək onun üstündən. Başlanğıc dövrü dedik ki, ümumiyyətlə ontogenez harda başlayır deyəndə deyirsiniz, ontogenez başlayır uşaqlıq borusunda, nə mayalanma ilə, bu başqa. Amma sizə desələr ki, başlanğıc dövrü harda başlayır, onu da deyəcəksiniz uşaqlıq borusunda. Nə ilə? Zigotun bölünməsi ilə başlayır. Nə ilə sona çatır? İmplantasiya ilə sona çatır. Bax, bunu qarışdırmırıq. Desə ki, ontogenez harda başlayır? Deyirik ki, uşaqlıq borusunda. Nə ilə bitir? Bioloji ölümlə bitir. Nə ilə başlayır? Mayalanma ilə başlayır. Yaxşı, embrional inkişafın başlanğıc dövrü nə ilə başlayır? Uşaqlıq borusunda başlayıb, uşaqlıqda bitir. Nə ilə başlayır? Zigotun bölünərək çoxucəli rüşeymə çevrilməsi ilə başlayır, implantasiya ilə başa çatır deyirik. Yəni, başlanğıc dövrü mayalanma ilə başlamır müəllimlər. Mayalanma ilə başlayan ontogenezdir, bunu demək istəyirəm. Başlanğıc dövrü çoxucəli rüşeymin əmələ gəlməsi ilə başlayır. Deməli, zigot əmələ gəlir, zigot ondan sonra çoxucəli rüşeymə çevrilir deyirik. Bunların hamısına biz nəzər yetirdik. Gəlin indi nəyə baxaq? Gəlin bir dənə bunu da izah edeyim. Postembrional devirdə baş verənlər. Postembrional devri biz böldük, yeni doğulma və yaxud da çağalıq dövrü dedik, müəllimlər. Yeni doğulma və yaxud da çağalıq dövrü 4 həftə çəkir. Yəni 1 ay. 4 həftə və yaxud da 1 ay çəkir yeni doğulma və ya çağalıq dövrü. İkinci südəmər dövrdür. 1 ayından 12 ayına qədər, yəni 11 ay çəkir deyirik. Yaslı və ya ilkin uşaqlıq bağçaya qədərki devirdir. 1 yaşından 3 yaşına qədər, haradasa 24 ay çəkir deyirik. Sonra
2 il da, elə bil ki, 2 il 24 ay. Məktəbə qədər devir 3 yaşından 6 yaşına qədər, yəni 3 il çəkir. 36 ay çəkir deyirik, 36 ay və yaxud da 3 il çəkir. Məktəb dövrü 6-7 yaşından deməli 18 yaşına qədər. Məktəb dövrü, üzr istəyirəm, məktəb dövrü hardasa belə deyək də 6 yaşından 17 yaşına qədər təzə dərsliklərə görə 6 yaşından 17 yaşına qədər çəkir deyirik. Sonra bundan sonra da var. Bundan sonra gəlir, bax bunların hamısı burada yazılıb. Baxın, gəlir bunun üzərində də deyək. Yeni doğulma və yaxud da çağalıq dövrü dedik ki 4 həftə. Yəni müəllimlər 1 ay çəkir. İkinci südəmər dövrü 11 ay. Yəni 1 ayından 12 ayına qədər da, yəni 11 ay çəkir. Sonra dedik ki, yaslı və ya ilkin uşaqlıq dövrü və yaxud da bağçaya qədər devir dedik ki, hardasa 2 il çəkir də. 1 yaşından 3 yaşına qədər 2 il və yaxud da elə 24 ay da yaza bilərsiniz, 24 ay. Məktəbə qədər və yaxud da bağça dövrü 36 ay çəkir, yəni 3 il. 3 il və yaxud da 36 ay çəkir və 6 yaşından 17-18 yaşına qədər də məktəb dövrü çəkir. Bundan sonra da gəlir ardı, məsəl üçün, baxın, gənclikdir 17-21, yetkinlikdir 22-60 yaş, ahıldır 61-75, qocalıq 76-90, uzunömürlük 90-dan çox çəkən müddətdir deyirik. Burada müəllimlər, bu bilirsiniz nədir? Bu səhv eləmirəmsə bu mikrobiologiyada idimi deyəsən var idi, yoxsa biotexnologiyada var idi, amniosintez müayinəsi, yəni amnion boşluq olur da, o uşağı dölü əhatə eləyən boşluq olur, amnion boşluq. O deyir ki, döl ətrafı mayedən xüsusi analiz götürülür, aminosintez deyirlər ona. Və bu əvvəlcədən həmin xəstəlikləri orada Down sindromu kimi, oroqvari hüceyrə anemiyası kimi xəstəlikləri aşkara çıxartmaq üçündür, yəni bu proses. İndi baxın, bunları bildik. Gəlin keçək nəyə, müəllimlər? Gəlin keçək növbəti, məsəl üçün biz embrional devrin deməli başlanğıcdır, rüşeymdir, döl dövrləri ilə tanış olduq. Məsəl üçün gəlin indi bax deyirik ki biz bax başlanğıc dövrdən danışdıq. Dedik ki, başlanğıc dövr, bax bu şəkillə də bir dənə baxaq. Dedik başlanğıc dövr, bax fikir verin, burada yumurtalıqda folikula görürsüz yetişibdir. Sonra yumurta hüceyrə bax buradadır. Yumurta hüceyrəyə gəlib əgər spermatozoid daxil olubsa mayalanma prosesi gedib. Mayalanmadan sonra zigot əmələ gəlib. Başlayıb zigot bölünməyə. Baxın 2 blastomer, 4 blastomer görsə çoxucəyərli rüşeym əmələ gəlib. Bax bu uşaqlıq borusunda 4-5 gün çəkir. Sonra gəlib uşaqlığa düşür, 2 gündə uşaqlıqda qalır. Və sonra 2 gündə uşaqlıqda qalandan sonra bura qədər başlanğıc dövrdür. Sonra uşaqlığın qan damarlarıyla zəngin selektiv şahsına girərək ora yapışır. Buna biz implantasiya deyirik. Bu dövrdən başlayır rüşeym dövrü. Və rüşeym dövrü çəkir 2 ay. 2 ay çəkir və rüşeymi 2 dənə qişa əhatə edir. Bunun bir nə deyirik? Xovlu qişa, digər nə deyirik? Şəffaf qişa. Xovlu qişa və yaxud da digərinə nə deyirik? Şəffaf qişa deyirik. Bu xovlu qişa, müəllimlər, xovlu qişa rüşeymin qidalanmasında və tənəffüsündə iştirak eləyir. Şəffaf qişa isə amnion kisə deyirlər. O cığara kimi belə nazik şəffaf qişadır. Rüşeymi səsdən və zərbədən, içərisində maye olur. Bayaq dediyim döl ətrafı maye rüşeymi səsdən və zərbədən qoruyur deyirik. 2-ci ayın sonunda artıq başlayır. Yəni 3-cü aydan etibarən, 2-ci ayın sonu, 3-cü aydan etibarən döl dövrü başlayır və bu döl dövrü də 7 ay çəkir. 3-cü ayda əmələ gəlir, amma 4-cü aydan hormon ifraz eləməyə başlayır dedim və 7 ay çəkir dedik. Və bu 7 ay müddətinin nə qədər müddəti sözdən soruşsalar ki, hormon ifrazıdır desə, deyirik ki, 6 ayı. Deməli, cift əmələ gəlməyə başlayır harda? Uşaqlıqda əmələ gəlir cift, doğuşla başa çatır. Ciftin əmələ gəlməsi uşaqlıqda əmələ gəlir və təbii doğuşla başa çatır deyirik. 7 ay çəkir, 4-cü ayında hormon ifrazına başlayır, yəni 6 ay hormon ifraz eləyir deyirik. Müəllimlər, burada əkizləri göstərib, elə bu bizim çoxalma genetikada əkizlik metodu var idi, yadınızdadırsa, orada demişdik. Bir balaca gəlin buna da baxaq. Deməli, əkizlikdə yadınızdaydı, biz demişdik, bir var idi eyni yumurta əkizləri, bir də var idi müxtəlif yumurta əkizləri. Məsəl üçün, eyni yumurta əkizlərində biz yadınızdadır 2 qamət götürmüşdük. Və deyirdik, eyni yumurta əkizləri bacı-qardaş səviyyəsində ola bilməz. Ya qızdır ikisi də, ya da ikisi də oğlandır. Və 2 qamət iştirak edir. Bir yumurta hüceyrə, bir dənə də spermatozoid.
Deməli, və bu əmələ gələn əkizlər eyni yumurta əkizidirsə, bunlar mütləq eyni cinsiyyətli olmalıdırlar. Deməli, əgər desə ki, sizə eyni yumurta əkizləridirsə, 2 qamət iştirak elədi, eyni cinsiyyətə malik oldular dedik, eyni yumurta əkizlərinin bir dənə cifti olur deyirik. Baxın, bir dənə uşaqlıqda, fikir verin, bir dənə uşaqlıqda bircə dənə ciftdir, bura baxın, amma 2 dənə göbək ciyəsidir. 2 göbək ciyəsi olur deyirik. Sonra hərəsinin bir amnionu olur, fikir verin, amnion budur, bu mavi rəngdə göstərilən. Hərəsinin bir amnionu olur deyirik. Sonra müxtəlif yumurta əkizləridirsə, artıq burada biz götürürük, artıq neçə dənə yumurta əkizidirsə, eyni cinsiyyətli də ola bilər, müxtəlif cinsiyyətli də ola bilər. 5 dənə yumurta əkiz varsa, 10 dənə qamət iştirak edəcək. 5 dənə yumurta hüceyrə, 5 dənə spermatozoid. Hərəsinin ayrı-ayrı. Və hərəsinin də ayrı-ayrı cifti olacaq. Baxın, müxtəlif yumurta əkizlərinin hərəsinin ayrı-ayrı nəyə olacaq deyirik? Cifti olacaq deyirik. Bax, bunları da qeyd elədik müəllimlər. Bizdə qaldı nə? Deməli, keçək nəyə? Burada da yenə eyni şeyləri göstərir. Bunu, bax, gəlin bunu deyək biz. Biz deyirik ki, dölün özünün, belə deyək də, cift nədir? Ciftə deyirlər, buna plasenta da deyirlər, ətənə də deyirlər. Bax, cift də deyirik, plasenta da deyirik, ətənə də deyirik. Deyir ki, rüşeymi 2 qişağa hat edir. Biri xovlu qişadır, biri şəffaf qişadır. Şəffaf qişa, bax budur, amnion boşluq olur, içərisində maye olur, dölü zərbədən səsdən qoruyur. Bu isə xovlu qişadır. Deyir ki, uşaqlığın qan damarları ilə zəngin selikli qişası və rüşeymin yalnız deyir, elə bir ki, bətindaxili inkişafın 2-ci ayının sonunda, yəni 3-cü ayında rüşeymin yalnız deyir, bu necə deyim, uşaqlığın yalnız deyir, rüşeymə baxan tərəfindəki xovlar qalır, digər xovlar gedir və uşaqlığın qan damarları ilə zəngin selikli qişası və bu xovlardan cift əmələ gəlir. Cift də deyirlər, plasenta da deyirlər, ətənə də deyirlər, əmələ gəlir deyirik. Və cifti dölə birləşdirən göbək ciyəsi olur. Bax, bu cifti, bu dölə birləşdirən göbək ciyəsi olur və bu göbək ciyəsinin özündə belə deyək, 2 arteriya damarı olur, 1 vena damarı olur. Deməli, 2 dənə arteriya damarı, 1 dənə vena damarı olur. 2 arteriya damarı ilə venoz qan axır, 1 vena damarı ilə hansı qan axır? Arterial qan axır deyirik. Deməli, yadımızda qalsın ki, dölün ürəyi ananın ürəyi ilə heç zaman qarışmır. Döldə də 2 qan dövranı götürürük, düzdür? Böyük və kiçik qan dövranı, düzdür? Dölün kiçik qan dövranında belə deyək də oksigenlə zənginləşmə baş vermir. Nəyə görə? Çünki difuziya yolu ilə keçir də, yəni anadan dölə oksigen difuziya yolu ilə keçir. Çünki onlarda ağciyər yoxdur. Amma yenə deyirik ki, döldə də 2 qan dövranı var, böyük və kiçik qan dövranı. Deyəcəksiniz, axı dölün ağciyəri yoxdur, yəni hələ fəaliyyətə başlamır da, doğuşdan sonra fəaliyyətə başlayır, belə deyək. Amma dölün kiçik qan dövranında oksigenlə zənginləşmə baş vermir, belə deyək. Nəyə görə? Çünki difuziya yolu ilə anadan dölə keçir də, yəni anadan dölə keçir qidalı maddələr, oksigen və zərərli maddələr də elə döldən anaya keçir deyirik. Dölün qanı ananın qanı ilə heç zaman qarışmır, difuziya yolu ilə maddələr ötürülür. Və dölün ürək döyüntüsü demişdik ki, anadan 2 dəfə çox vurur və siklda 2 dəfə azdır. Bizdə sikl 0.8 götürürüksə, döldə 0.4 götürürük onu. Deməli, bax, dedik ki, dölün müstəqil qan damar sistemi var, 2 dənə arteriya damarı var, 1 dənə vena. Elə buradan da baxanda görünür. Baxın, 2 dənə arteriya damarı var. Deyir, 2 arteriya damarı ilə venoz qan hərəkət edir. 1 dənə də vena damarı var. Bu vena damarı ilə də nə hərəkət edir? Arterial qan hərəkət edir. İndi baxın, görürsünüz, burada da adına uyğun qan daşımır. Məsələn, arteriyadırsa 2 arteriyada, amma venoz qan. 1 venada, amma arterial qan. Adına uyğun qan daşımır bu ciftin damarları. Və belə bir şey deyim, məsəl üçün sual verir ki, insan antogenezində deyirik ki, neçə arteriya damarı ilə venoz qan axır. Bax, insan antogenezində deyirik 5 damarla 5 vena damarı ilə arterial qan axır. Məsəl üçün 4 dənə ağciyər venası, bax 4 dənə ağciyər venası, yadımızdadır, ikisi sağ ağciyər venası, ikisi sol ağciyər venası.
Bir dənə də göbək venası. Bir dənə də göbək venası. Bax, hər ikisi venada, amma bunlarda hansı qan axır? Arterial qan axır. Deməli, insanın ontogenezində 5 dənə vena damarı ilə arterial qan axır. 4 ağciyər venası, 1 göbək venası. Yəni, bütün ontogenezi soruşsa, görürsünüz, embriyonu da bura daxillədik. 3 arteriya damarı ilə isə venoz qan axır. Deməli, bir dənə ağciyər arteriyası bir dənə və göbək arteriyası 2 dənə. Cəmi neçə dənə oldu? 3 dənə. Göbək arteriyaları ilə hansı qan axır? Venoz qan axır. Venoz. Bəs ağciyər arteriyasının hansı qan axırdı? Onunla da venoz qan axırdı. Görürsünüz? Hər ikisi adına uyğun qan daşımır. Venada arterial, arteriyada isə venoz qan axır. Deməli, sual belə oldu ki, insanın ontogenezində neçə vena damarı ilə arterial qan axır? 5 vena damarı ilə. Neçə arteriya damarı ilə venoz qan axır? 3-ü. Onun biri ağciyər arteriyası, ikisi göbək arteriyasıdır deyirik. Sonra müəllimlər, gəlin baxaq nəyə? Bir də bir şey deyim, dedik ki, qızlar cinsi yetişkənliyə 10-12 yaşında, oğlanlar 13-14 yaşında çatır və eyni zamanda qızlarda boy artımı 18 yaşında tamamlanır, yəni skeletin formalaşması 18 yaşında, oğlanlarda 20 yaşında. Bir də testlərə belə bir suallar düşür ki, insan 70 gün ərzində belə tərpənmədən uzansa, onun ürəyin ölçüləri neçə faiz kiçilər? 13-18% kiçilər. Düz, təzə kitabda yoxdur, köhnə kitabın məlumatıdır, amma Time-da idi, haradaydı, bəlkə rastınıza düşər belə test yenə dedim. İnsan əgər 70 gün hərəkət etməmiş uzansa, onun onda ürəyin ölçüləri 13-18 deməli faiz nə olacaq deyirik? Deməli kiçiləcək deyirik. Sonra müəllimlər, məsəl üçün başqa burada nə? Məsəl üçün akselerasiya adlanan bir termin var. Bəlkə rastlaşsınız. Akselerasiya nədir? Akselerasiya Kox tərəfindən elmə gətirilir. Deyir, uşaqlarda əqli və fiziki inkişafın sürətlə getməsi prosesidir. Məsəl üçün deyir, akselerasiya nədir? Yəni uşaqlarda əqli və fiziki inkişafın sürətlə getməsidir. Kox tərəfindən müəyyən edilib. Akselerasiyaya müsbət təsir edən amillər hansılardır? İdmandır və yaxud da deyək ki, vitaminlərin qəbuludur, günəşdir, günəş qəbulləməkdir, bunlardır. Bundan başqa nə deyə bilərik? Bir də onu deyim ki, uşaqlarda ürəyin inkişafı qan damar, yəni yetkin yeniyetmələrdə ürəyin inkişafı qan damar sisteminin inkişafını qabaqlayır deyirik. Buna görə də idmanla müntəzəm şəkildə, yəni qaydasında məşğul olmaq lazımdır ki, demək, ürəyin inkişafı qan damar sisteminin inkişafını qabaqlamasın, yəni paralel şəkildə getsin deyək. Bundan başqa belə bir şey deyim, məsəl üçün yeniyetməlik dövründə qızlarda və oğlanlarda baş verən dəyişikliklər var. Məsəl üçün qızlarda deyirik ki, yeniyetməlik dövründə döş tipli tənəffüs meydana gəlir, döş tipli tənəffüs, qasıqda tüklərin çıxması, piy bəzlərinin aktivləşməsi, assimiliyasiyanın dissimiliyasiyadan sürətli olması, yəni maddələr mübadiləsində, sonra deyə bilərik ki, və yaxud da maddələr mübadiləsi ümumiyyətlə hər iki, həm qızlarda, həm oğlanlarda sürətlənir. Oğlan uşaqlarında qarın tipli tənəffüs, yenə tər vəzlərinin fəaliyyətinin artması. Baxın, qızlarda piy vəzlərinin fəaliyyəti artır, oğlanlarda tər vəzlərinin fəaliyyəti artır. Qızlarda döş tipli tənəffüs olur, oğlanlarda qarın tipli tənəffüs olur deyirik. Sonra deyirik ki, məsəl üçün, bax, məsələn, sual oluna bilər ki, maddələr mübadiləsinin hansı mərhələsi assimiliyasiya, dissimiliyasiyadan nə zaman demək, yüksək olur, sürətli olur? Görürsünüz, yeniyetməlik dövründə. Assimiliyasiya, dissimiliyasiyadan, yəni maddələrin əmələ gəlməsi, parçalanmasından nə zaman üstün olur deyirik? Yeniyetməlik dövründə üstün olur deyirik. Bir də onu deyək ki, sual olunur ki, yeniyetməlik dövründə hansı vəzlərin funksiyası, fəaliyyəti artır? Yəni, yetkinlik dövründə hansı vəzlərin fəaliyyəti artır? Qalxana bənzər vəzi və hipofiz vəzinin. Yetkinlik dövründə qalxana bənzər vəzi və hipofiz vəzinin funksiyası artır deyirik. Məsəl üçün, görürsünüz, boy artır, boy artımı, hipofiz vəzinin somatotropin hormonu və yaxud da maddələr mübadiləsi sürətlənir, qalxana bənzər vəzin hormonu. Bax, buna görə deyirik. Dedik ki, boy artır, deməli, onda deməli hipofiz vəzinin funksiyası artır, somatotropin hormonu boy hormonu idi axı. Bir də deyirik, maddələr mübadiləsi sürətlənir. Deməli, qalxana bənzər vəzin hormonu olan trioksində maddələr mübadiləsinin sürətlənməsində iştirak edir deyirik. İndi baxın, müəllimlər, burada bir dənə
Mən bu hissəni deyim sizə. Bax, bunlar düzdür. İndi elə çox da düşmür, amma yenə də məlumat verək. Bəzi bəlkə time-da zad olan testlərdə görərsiniz, qarşınıza çıxar. Demək, bax dedik ki, ümumiyyətlə hipofiz və böyrək üstü vəzin fəaliyyəti artanda, yəni fəaliyyətin artması nəticəsində uşaqların infeksiyon xəstəliklərə müqaviməti artır, ətraf mühitə uyğunlaşma qabiliyyəti yüksəlir. Bax, bunlar testlərə düşür. Və bayaq dedim ki, yetkinlik dövründə hansı vəzlərin fəaliyyəti artır? Dedik, hipofizlə qalxana bənzər vəzin. Deməli, yetkinlik dövründə qızlarda və oğlanlarda hansı vəzin fəaliyyəti sürətlənir deyəndə deyirik, hipofiz və qalxana bənzər. Yadda qalmaq üçün belə əlaqələndirin ki, məntiqlə yetkinlik dövründə boy hormonu, boy artırsa, deməli hipofiz, maddələr mübadiləsi sürətlənirsə, deməli qalxana bənzər vəzi. Və yaxud da deyər ki, canlıların ümumiyyətlə bu yeniyetmələrin əlverişsiz mühit şəraitinə qarşı dözümlüyü və infeksiyon xəstəliklərə qarşı müqavimətini artıran vəz hansıdır? Deyirik, hipofiz və böyrək üstü vəzini göstəririk. Yəni, bunlar var, sizin dərsliyinizdə var və testlərə də düşür. Hipofiz və böyrək üstü vəzinin fəaliyyəti artan kimi, artması nəticəsində uşaqların infeksiyon xəstəliklərə qarşı müqaviməti və ətraf mühitə uyğunlaşma qabiliyyəti yüksəlir deyirik. Və bir də bir şey qeyd edeyim ki, testlərdə bəlkə rast düşərsiniz, insan ömrünün 1/3 hissəsi yuxuda keçir. İnsan ömrünün 1/3 hissəsi yuxuda keçir və insan yarım saat yatanda demişdik ki, yəni 30 dəqiqə yatanda 100 kilojol enerji sərf eləyir deyirik. Hamiləlik çəkir 270-280 gün və hamiləlik zamanı hipofizin arxa payı oksitozin hormonu ifraz edir və oksitozin hormonu deməli uşağın doğulmasını prosesini sürətləndirir və eyni zamanda qarın divarındakı əzələlərin və uşaqlıq əzələlərinin yığılması sayəsində doğuş baş verir. Bax, yenə də deyirəm, hamiləlik çəkir 270-280 gün, hamiləlik zamanı, yəni doğuş zamanı hipofizin arxa payındakı hormon, oksitozin hormonu ifraz olunur. Oksitozin hormonunun qana ifraz olunması nəticəsində doğuş asanlaşır, doğuş tezləşir və eyni zamanda qarın divar əzələləri və uşaqlıq əzələlərinin yığılması sayəsində doğuş başlayır deyirik. Doğuşdan 15-20 dəqiqə sonra cift qoparaq xaric olur. Doğuşdan 15-20 dəqiqə sonra cift qoparaq xaric olur deyirik. Və uşağın inkişafı üçün ona ana südü lazımdır və ana südü 5 ay müddətində uşağı nə edir? Lazım olan qidalı maddələrlə təmin edir deyirik. Və yenə də qeyd edirəm ki, ananın qanı dölün qanı ilə heç zaman qarışmır. Ananın ürəyi dölün ürəyindən tez vurur, siklı 0.4 götürürük. Onda siklı 0.4 götürəndə müəllimlər bizdə necə ki 0.8 götürəndə qulaqçıqlar 0.1, mədəciklər 0.3 idi. Artıq bunlarda 0.4 götürəndə qulaqçıqlar 0.5, mədəciklər 0.15 götürəcək. Yəni 2 dəfə tez götürəcək. Sonra bəzi şeyləri də burada qeyd edeyim sizə. Məsəl üçün deyir ki, bətin daxili inkişafın birinci ayı. Baxın, bətin daxili inkişafın birinci ayını biz götürdük nə qədər? Hardasa 4 həftə. 28 gündən hesablayanda belə 4 həftə götürdük. Bu bətin daxili inkişafın birinci ayında, yəni ilk 4 həftəsində deyirik ki, rüşeyimin uzunluğu 3 mm çatır. 3 mm böyüklüyündə olur. Bətin daxili inkişafın birinci ayında, yəni 4 həftəsində. Buna deməli bətin daxili inkişaf deyirik, ya doğuşdan sonraki postembriyonal inkişafı demirik. Yəni bətin daxili inkişafın birinci ayında 4 həftəsində rüşeyimin uzunluğu 3 mm olur və baş bədənin 1/3 hissəsini təşkil edir. Ətrafların, burunun, sonra qulağın, bunların yeri artıq bilinməyə başlayır. 2-3 ayında artıq dölün uzunluğu 2,5-3 cm çatır və 3 ayında bütün orqanlar demək olar ki, formalaşır və dölün artıq cinsiyyətini təyin etmək mümkün olur. Yəni, qız oğlan olduğu bu zaman məlum olur. 4-5 ayında dölün ürək döyüntüləri eşitməyə başlayır. Qeyd etdik ki, dölün ürəyi, demək, ürək fəaliyyətə nə zaman başlayır? 4-5 ayında. Lakin ağciyərlər fəaliyyətə doğuşdan sonra başlayır və yaxud da həzm prosesinə doğuşdan sonra başlayır. Görürsünüz, uşaq süd əmməyə başlayır da, doğuşdan sonra olur bu. Amma ən çox qan damar sistemi görürsünüz, artıq qan damar sistemi orada fəaliyyətdədir. Yəni, başlayır fəaliyyətə 4-5 ayında. Sonra 5 ayında deyək ki, dölün uzunluğu, çəkisi 500 qrama çatır. Deməli,
500 qram belə götürürük. Anadan olanda isə artıq 3 və yaxud da 3,5 kiloqram 3 normal uşaq 3,5 kiloqram olur, uzunluğu da 50 santimetr olur. 1 yaşında artıq 10 kiloqram olmalıdır uşaq, uzunluğu da 100 santimetr olmalıdır. Sonra bir də sual oluna bilər ki, ilk hərəkətlər nə zaman olur? 4-cü ayında, bətin daxili inkişafının 4-cü ayında ilk hərəkətlər baş verməyə başlayır. Bir də bir şey qeyd edeyim ki, onurğanın normal 4 əyriliyi var idi. Boyun, döş, bel, oma. Demişdik ki, oma əyriliyi embrional devirdə əmələ gəlməyə başlayır. Deməli, 1 ay 4 həftə və yaxud da 3 ay götürürsünüz 12-13 həftə, 4 ay 16 həftə, 5 ay 20 həftəliyi, 6 ay 24 həftəliyi, 7 ay 28 həftəliyi, 9 ay isə 36 həftə çəkir deyirik. Yəni 9 ay 36 həftə bətin daxili inkişaf, yəni embrional devri nəzərdə tuturuq. Bu qədər müəllimlər. Çoxalma haqqında bu qədər. Kiminsə bununla bağlı, mövzu ilə bağlı, bu da yenə keçdiyimiz ektoderma, endoderma, mezoderma. Bunları artıq demişdik, nələr yaranıb onlardan. Müəllimlər, mövzu ilə bağlı sualınız varsa, buyurun, aydınlıq gətirək. Aynen müəllimə, bu bir də salam əleyküm, Allah canını salam. Salam, buyurun. Elə atdığınız PDF-lərdə yeni PDF atmayacaqsınız ki? Yox, müəllim, yox, elə eyni PDF-lərdir, yox. Yenisini atmayacağım. Allah canını salam. Buyurun. Başqa müəllimlər, sualınız varsa buyurun, zəhmət olmasa. Sualımız odur ki, müəllimə bizə qaldı bunu öyrənməkdir. Ay, sağ olun, bəli. Müəllimlər, bəli, buyurun. Sizdən qurban sizə. Buyurun Məsələn müəllim. ki, atmışdınız əvvəlcədən PDF-i çıxartdırmışdıq. Bugün dərsdə daha rahat idi də. Bəli. Siz danışdıqda oxuyurduq. Əvvəlcədən olar ki, hər bu keçəcəyimiz dərsə əvvəlcədən PDF atasız biz Bəli, müəllimə, əlbəttə olar, baş üstə, narahat olmayın. Başınız sağ olsun. Buyurun müəllimə, çox sağ olun. Başqa müəllimlər, sual varsa buyurun, yoxsa bugün yekunlaşdıraq. Gələn səfər inşallah bunların için sual cavab eləyəcəyik. Bəli.